Durmaz bu. Deməli gənclər, diqqətlə qulaq asaq və dediyim kimi dərs müddətində hamıda səs bağlı olsun. Sizdən xahişim hər kəsdə səs bağlı olsun. Bir dənə bunda diqqətli olaq. Başlayaq belə bir sualdan. Yazıb ki, şəkildə müəyyən qanunauyğunluğa malik olan ədəd piramidası verilmişdir. Eyni qanunauyğunluğa malik olan digər piramidada x nəyə bərabərdir? Yəni eyni qanunauyğunluğa malik olan sağ tərəfdəki piramidada biz x-i tapmalıyıq. Əvvəlcə baxaq görək bu sol tərəfdə ədədlər arasında hansı qanunauyğunluq var. Diqqətlə baxsanız görəcəksiniz ki, birinci sırada ədədlər 2-2 artıb. 4, 6, 8, 10, 2-2 artıb. Ondan sonra isə toplayıb aşağıda yazıblar. Məsəl üçün 4 ilə 6-nı toplayanda buraya yazıblar nə? 10. 6 ilə 8-i toplayanda buraya yazıblar 14. 8 ilə 10-u toplayanda buraya yazıblar 18. Və toplayaraq bu davam edib. O zaman mən burada nə etməliyəm? Belə deyək də, biz geriyə doğru tərsdən getsək, 10, 8, 6, 4. Yəni 2-2 azalıb. Belə demək olar da buna. O zaman burada əgər x varsa, sən bilməlisən ki, bu ədəd x minus 2-dir. 2 vahid bundan balacadır. Burada isə x minus 4. 4 vahidi balacaqdır. Burada isə x minus 6-dır. Axı nə olduğu, hansı ədədin olduğunu bilmirəm. Mən burada tənlik almaq istəyirəmsə, x tapmaq istəyirəmsə, belə eləməliyəm. Ədədlər getdikcə 2-2 azalırsa, mən də yazdım bura. X minus 2, x minus 4, x minus 6. İndi nə edirəm? Mən bilirdim axı bu ikisinin cəmini burada yazıblar. Mən də eyni şey edirəm. Burada, məsəl üçün, x minus 6 ilə x minus 4-ü toplayıb burada yazacağım. Bunları toplayanda eləyir 2x minus 10. Yazdım bura. Bu x minus 4 ilə də x minus 2-ni toplayıb burada yazacağım. Burada da alınır 2x minus 6. Da bu tərəfin yazmağa ehtiyac yoxdur. Və sonuncu olaraq bir dənə də bir şey eləyəndə cavab alınacaq. Nə eləyəndə? Bir dəfə də biz bilirik axı, bu 10 ilə 14-ün cəmi bizə bu ədədi verir. Onda bax bu ifadə ilə bu ifadəni toplayanda, bu ikisini toplayanda buna bərabər elə. Sənə birbaşa cavab versin. Və bunları toplayanda nə alınır? Alınır 4x çıxılsın 16 bərabərdir. Burada nə yazıb? 3x minus 4. 3x minus 4. X-ləri bir tərəfə, rəqəmləri bir tərəfə verirəm. 4x-dən 3x çıxanda qalır x bərabərdir. 16-nı bu tərəfə keçirdəndə burada qalacaq 12. Deməli, eyni piramidada deyir x nəyə bərabərdir? Bərabərdir 12. Gəldik növbəti bir suala. Bu sualda fikir versəniz, bir neçə ədəd ard-arda yazılıbsa, bu ardıcıllıq sualıdır. Amma kvadratın içində olan ədədlərə ayrı baxmaq lazımdır. Dairənin içində olan ədədlərə ayrı baxmaq lazımdır. Yenə də burada ya ədədlərin çox vaxtı cəmi olur, ya nə bilim hasili olur, ya fərqi olur. Məsəl üçün burada ədədlərin cəmi ilə bağlı bir ardıcıllıq var. Birinci kvadratın içindəkilərə baxsaq, məsələn bunun rəqəmlərinin cəmi 1-dir. Bunun rəqəmlərinin cəmi 2-dir. Onda burada elə bir ədəd olmalıdır ki, rəqəmlərinin cəmi 3 versin. Sonra rəqəmlərin cəmi 4-dür, rəqəmlərin cəmi 5-dir və s. X-in yerində elə bir ədəd götür ki, rəqəmlərin cəmi 3 olsun. Bu B variantı ola bilməz, Y variantı ola bilməz. Qalan hər üçündə uyğun gəlir. Dairə içindəkilərə diqqətlə baxsanız, dairə içində də rəqəmlərin cəmidir. Amma bunun məsəl üçün rəqəmlərin cəmi 12 edir, bunda 10 edir, bunda 8 edir. Yəni nə olur? 2-2 azalır. 12, 10, 8. İndi bunun rəqəmlərinin cəmi 6 verməlidir. 6 verməlidirsə, Y-in yerində bu variant uyğun deyil, bu variant uyğun deyil. Cavabımız olacaq D variantı. Və burada çox maraqlı bir sualımız var. Sualın şərti burada qeyd olunub. Mən indi şərti sizə özümdən deyəcəm. Deyir ki, 1-dən 6-ya qədər olan rəqəmləri elə yazmaq lazımdır ki, hər bir qara nöqtənin ətrafında hər rəqəmdən bir dənə olsun. Hər bir qara nöqtənin ətrafında hər rəqəmdən bir dənə olsun.
Məsəl üçün bu nöqtənin ətrafında məsələn deyirəm. Neçədən xana var? 1, 2, 3, 4, 5, 6 xana. Birdən 6-ya qədər ədədlər yazılmalıdır. Və məsəl üçün hər hansı bir nöqtənin ətrafında eyni rəqəmdən 2 dənə ola bilməz. Məsələn, bunun ətrafında əgər bir dənə 6 varsa, sən bura 6 yazsan səhvdir. Eyni ədəddən 2 dənə olmamalıdır. Yəni bir növ sudokuya sanki bənzəyir, amma burada bir dənə şey var. Hər bir qara nöqtənin ətrafında hər rəqəmdən bir dənə olmalıdır. Bu yol budur. İndi burada nəyə baxıram? Məsəl üçün, mən başlayıram bu nöqtədən. Baxın, bu nöqtənin ətrafında 1, 3, 6 var. Bunun ətrafında 2, 4 və 5 çatışmır. Bax, buraya 2 yaza bilməzsən. Niyə? Çünki sən buraya yazdığın 2 həm də bu nöqtənin ətrafı sayılır axı. Bu nöqtənin ətrafında 2 dənə 2 olmuş olur. Ona görə buraya 2 yaza bilməzsən. Ora 4 də yaza bilməzsən. Buraya yazdığın 4 bu səfər bu nöqtənin ətrafında 2 dənə 4 olmuş olur. Buna da təsir edir. 2 ilə 4 yaza bilmirəmsə, mən bir dənə qalır məndə 5. Bura düşəcək 5. İndi qaldı 2 ilə 4. Bu səfər mən bura 2 yaza bilmərəm. Niyə? Çünki bura 2 yazanda bu səfər bu nöqtənin ətrafında 2 dənə 2 olmuş olur. Ona görə də bura mən yazacağam bu səfər 4. Avtomatik olaraq A-nın yerinə qalır 2. Deməli, A-mız 2 oldu. Bu bir. Növbəti axtaraq başqa, məsəl üçün, hansı dairənin ətrafını. Məsəl üçün, bu dairənin ətrafını. Bu dairənin ətrafında 1, 4, 6 var, 2, 3 və 5 yoxdur. S-nin olduğu yerə, C hərfinin olduğu yerə 2 də yaza bilmərəm, 3 də yaza bilmərəm. Çünki 2 ilə 3 yazsam, bu səfər bu dairənin ətrafında təkrarlanmış olacaq. Burada axı 2 də var, 3 də var. S həm də bunun bir ətrafı sayılır da. Ona görə də mən bura 2, 3 yaza bilmərəmsə, S olacaq 5. Burada 2 ilə 3-ü aşağı hissə yazmalısan. Və bir dənə də qaldı bizdən burada B-ni tapmaq. B-ni də əslində tapa bilərik. Gəlin baxaq. B-nin olduğu bu dairənin ətrafında 4, 5, 6 var. Bir köç yoxdur. Bu plus qoyduğum yerə 1 də 2 də yaza bilmərəm. Çünki bura həm də bu dairənin ətrafı sayılır və burada 1 də var, 2 də var. Ona görə də o plus qoyduğum yerə mən ancaq 3 yaza bilərəm. Qaldı 1 ilə 2. Buraya 1 yazsam, bu dairənin ətrafında 1-dən 2 dənə olmuş olur. Ona görə mən bura yazmalıyam 2-ni və belə olanda B-nin olduğu yerə qalır 1. Bu üçünün hasilini istəyir məndən. Üçünün hasili olacaq E variantı. Və hamısını doldurmağa ehtiyac yoxdur. Baxın, bir dənə burada simmetriya sualına baxaq. Bir dənə sizlə simmetriya sualına baxaq. Fiqurların qatlanması və ya simmetriya. Qəbul sualı və biraz da görünüş olaraq çətin olan bir sual. Biz burada necə bir açılış eləməliyik? Birinci növbədə bu kvadrat kimi olan bu hissəni yuxarıya doğru açmalısan. Bunu birinci növbədə yuxarıya doğru açanda, bax, buradakı bu kəsik hissə var ya, bu hissə. Bu elə bil ki, yuxarıya doğru düşür. Gəlir düşür, bax, burada belə. Bax, bu ox işarəsi sanki burada tərsinə qalır. Tərs vəziyyət alır. Sanki burada bunun yarısı götürür, amma tərs vəziyyətdə qalır. Və burada olan bu kəsik hissədə, buradakı bu kəsik hissədə gəlir düşür, bax, burada bu hissəyə. Təxmini belə bir şey. Bir dənə burada variantlara baxın. Görün burada problem nədir? Məsəl üçün, bu variantda burada başqa cür bir fiqur verib. Bu səhvdir. Bu variantda bunun ucu hissəsini bütöv verib. Bu səhvdir. Bu variantda ümumiyyətlə ox işarəsini tərsinə verməyib. Bax, bu ox işarəsi burada yoxdur. Tərsinə olmalıydı, bu da getdi. Tələbələr elə bilir ki, simmetriyanın hamısını açmaq lazımdır. Yox, biraz açanda cavabı tapmaq olur. Bax, indi B ilə D-nin bir dənə fərqinə bax, sən cavabı tapacaqsan. B ilə D-də burada nədir? Birində burada belə bir kəsik yoxdur, birində o kəsik var. Gəlin baxaq, bizdə o olmalıdırmı, yoxsa yox? Bax, sonra biz burada necə bir açılış eləməliyik? İtlaq bu qırmızı hissəni artıq silirəm, qoy bizim gözümüzü, beynimizi qarışdırmasın. Bax, bu getdi. Bax, mən indi bu hissəni
Bu üçbucaq kimi bu hissəni qarşı tərəfə bura açmalıyam. Buradakı bu kəsi hissə var, gəlib burada bu tərəfə düşməlidir. Təxmini buralarda bir kəsi hissə olmalıdır. Bizdə yəni o boşluq olmalıdır. Olmalıdırsa bu variantda yoxdur axı. Cavab qalır hansı variant? B variantı. Və bir də sizə bir şey deyim uşaqlar. Yəni bunu niyə deyirəm? Ola bilər ki, kimsə ümumiyyətlə bunları bacarmır. Bunun bir atma üsulu var. Təxmini belə deyim də, məsələn, 100-dən sualın 70-də ödəyir. Bütün suallarda alınmır. Yəni aça bilirsənsə, çəkə bilirsənsə çək. Yox, bacarmırsansa onda bu yoldan istifadə elə. Bu yolda nədir uşaqlar? Yəni hansı fiqurdan çoxdursa variantlarda, deməli o düzgündür. Məsəl üçün variantların çoxuna baxanda görürəm ki, bunun bu hissəsi kəsi idi. Və çoxluqda deyir bura kəsi idi. Amma A variantında deyir bura bütöv olmalıdır. Deməli bu səhvdir. Az olanı elə bil ki, çıxırsan. Variantların hamısında demək olar ki, yuxarıda belə bir ox var. Məsəl üçün var, amma Y variantında ox yoxdur. Çıxırsan bunu. Məsəl üçün burada çoxunda belə üçbucağa bənzəyən bir fiqur var burada, çoxunda, amma C-də burada sanki romb veriblər. Bunu çıxırsan. Qaldıq burada B ilə D arasında. Çoxunun bu hissəsində belə bir boşluq var? Var. Çoxunda həmən boşluq var. Amma D-də yoxdur. Çıxırsan. Və belə olanda cavab hansı variant qaldı? Elə bayaqlar bizim tapdığımız B variantı. Amma yenə də deyirəm, bu həmişə ödəmir ha. Yəni birdən elə bilərsiniz ki, bu həmişə düzdür. Bu həmişə ödəmir. Bəli, tənbəl tələbələr bu yolu çox bəyənir. Hə, sü. Gəldik bura. Növbəti bir sualımız. Yenə imtahana bir neçə dəfə düşmüş, dəfələrcə düşmüş, kublara aid olan bir sualdır. Baxın, bu 48-ci sualda, 48-ci sualda. Birinci təbii ki, qarşı üz qaydasını tətbiq edəcəksən. Amma sən görürsən ki, variantlarda A variantı ilə Y variantı normal bir kub formasında deyil. Onda sən birinci bunu əvvəlcə normal bir kub formasına gətir, ondan sonra sən bunu əldə et. Normal bir kub deyəndə nəyi nəzərdə tuturam? Məsələn, 4 dənə ardıcıl üz olmalıdır. Bir yuxarıda, bir aşağıda. Məsələn, belə olanda bu normaldır. A variantında o yoxdur. Onda birinci gəlin biz bunu eləyək, qoy sonra beynimiz qarışmasın da. A variantında bunu necə yarada bilərəm? Sadəcə bir dənə bu ikiyə oxşayan bu fiquru 90 dərəcə aşağıya aşırtmağım. Bunu bura 90 dərəcə aşırdanda bu 2 artıq belə yox. Gəlib burada belə düşəcək. Şu. Bu oldu normal bir kub. İndi bu ikini buradan silirəm. Elə bizim beynimizi qarışdırmasın deyə bunu silirəm. Və Y variantında da yenə 2-ni bu səfər yuxarıya aşırdacam. 2-ni 90 dərəcə bura aşırdacam. Yəni bunlarda 90 dərəcə aşırdaraq onu yarada bilərsən, amma 90 dərəcədən çox yox. Hətta bir neçə fiquru aşırda da bilərsən, amma 90 dərəcədən çox yox. Hamısı 90 dərəcə. İndi birinci keçək qarşı üz qaydasına. Görək bu bizə necə kömək edir. Ulduzun qarşı üzü 2 nöqtədir. Ulduz və 2 nöqtə qarşı üzü isə A variantı səhvdir. Çünki A variantında ulduzun qarşı üzünü dairə veriblər. D variantı da səhvdir. Ulduzun qarşı üzünü 4 veriblər. C variantı da səhvdir. Ulduzun qarşı üzünü dairə veriblər. B də, Y də bu düzdür. Hər ikisində bu düzdür. Məsələn, 4 nöqtənin qarşı üzü burada bir dənə dairədir. Bu B-də də düzdür, Y-də də düzdür. Və son olaraq kvadratla da tək nöqtə, o da düzdür hər ikisində. Bəs sonrasını necə tapa bilərəm? Ardını necə tapa bilərəm? Belə olanda artıq sən məsəl üçün burada dairədən kömək ala bilməzsən. Çünki dairənin hər tərəfi eynidir. Kvadratın hər tərəfi eynidir. Ulduz səni çaşdırar. Ulduzdan kömək almaq çətindir. 4 nöqtədən almaq çətindir. Burada bundan almaq lazımdır kömək. Məsəl üçün burada baxın görün ki, bu balaca nöqtə ulduza yaxın yerləşir, yoxsa uzaqda yerləşir? Diqqətlə baxsanız, o nöqtə ulduza məsəl üçün burada yerləşmir ki, yaxın deyil. Ulduzdan uzaqdadır. Uzaq küncdə yerləşir. Bax, gələk indi B variantına. B variantında bu fiquru 90 dərəcə aşırıb ulduzun yanına gətirsək. Görək ki, bu nöqtə buna yaxın düşür, yoxsa uzaq. Onu ora 90 dərəcə aşırdanda ulduz düz gələcək burada, bura düşəcək. Ulduz deyirəm, nöqtə.
Düz bura düşəcək. Və bu ulduza yaxın yerləşir. Amma bizdə uzaqda yerləşməli idi. Bu səbəbdən bu da getdi. Cavabımız oldu hansı variant? E variantı. Bir dənə də kubla bağlı qəşəng bir qayda var. İndi bunu birazdan sizə deyəcəm. Böyük ehtimal ki, bir çoxunuz bəlkə bunu unutmusunuz. İndi birazdan bunu siz üçün təkrar eləyəcəm. Prosta ardıcıl ancaq kubdan danışmayaq. Qoy, sıxılmayaq. Gəldik bir dənə rebus sualına. Bunları mən niyə göstərirəm uşaqlar? Burada məsəl üçün normalda biz həmişə belə tələbələr bilir də, əllərə ayrı baxmalıyıq, ayaqlara ayrı baxmalıyıq. Və onlardan istifadə edərək başındakı ədədi almalıyıq. Əllərə ayrı, ayaqlara ayrı. İstifadə edib başındakı ədədi almalıyıq. Düzdür? Burada sadəcə belə baxmaq lazımdır. Ələ bütöv baxmaq lazımdır. 1 ilə 8-ə 18 kimi baxmaq lazımdır. 2 ilə 3-ə isə 23 kimi baxmaq lazımdır. 18 ilə 23-ü toplayanda nə verir? 41. Məsələn, burada 47 ilə 29-u toplayanda nə verir? 76. Bu biraz fərqli idi deyə bunu dedim sizə bir dənə göstərim. Bəzən onlara bütöv də baxmaq lazım gələ bilər. Belə bir suallarda gənclər nə etmək lazımdır? Aralarında oxları görürsənsə, deməli burada birincinin içərisindəki rəqəmlərdən bunun içərisindəkilər alınmalıdır. Bunun içərisindəki rəqəmlərdən isə növbəti alınmalıdır. Və qanunauyğunluq nədir? Gəlin bunlara sütun baxaq. Məsələn, birinci sütunda burada 1-dən 9 var. Burada birinci sütunda yazıblar. 8 yazıblar. Sən özünə sual ver ki, 9 ilə 1-dən bunu necə ala bilərəm? 8-i necə ala bilərəm? Təbii ki, bir-birindən çıxmalı. Elə bil ki, 9-dan biri çıxıblar. Bunların bu ortasındakı bu yer var, ortasındakı yerə yazıblar 8. İndi məsələn ikinci üstünə baxaq. Keçək bu səfər. Buradan da ikinci üstünə baxaq. Buradan da ikinci üstünə baxaq. Düzdür? Gəldim bura. Birinci eyni qaydanı nə edirəm? Bu 4-dən bu 2-ni çıxıram. 4-dən 2-ni çıxanda nə qalır? Qalır 2. Və düz onların arasında yazıblar 2. Bəs K-nı necə taparsınız? K-nı da tapmaq üçün gəlirəm burada. Bu səfər bundan bunu çıxıram. Bundan bunu çıxanda nə verir? 3. Deməli bunların arasında 3 yazmalıyam bura. Bir dənə də onu deyim ki, burada həmişə çıxma olmur ha. Toplama da ola bilər. Çıxma da ola bilər. Bəzən nə bilim toplayıb ikiyə bölür. Bəzən vurur. Amma burada həmişə sütun-sütun baxmaq lazımdır. Yəni buradakı rəqəmlərdən sən bunu tapmağı axtarmalısan. Yəni bunlardan bunu axtarmalısan. Bunlardan bunu axtarmalısan. Həmişə, yəni baxışı bilsəz, çünki burada çətin qayda qoyulmur. Davamı da düzdür bax. Məsələn 6-dan 2-ni çıxanda nə qalır? 4. 2-dən 0-a çıxanda nə qalır? 2. Sonda da 8-dən 4-ü çıxanda nə qalır? Qalır 4. İndi isə keçdi bu səfər bundan bunu almağa. Eyni qaydada amma. Məsələn, burada artıq da 8 tək rəqəm olduğuna görə olduğu kimi yazılıb. 3-dən 2-ni çıxanda burada elin yerinə düşəcək 1. 4-dən 2-ni çıxanda qalıb 2. Sonuncu 4-də gəlib düşüb 1. El deməli nə olacaq burada? El olacaq 1, K olacaq 3. Gəlin bir dənə riyazi bir məsələyə baxaq. Bir riyazi məsələyə baxaq. Sonra hesab əməlinə baxarıq. Bir-iki dənə maraqlı hesab əməlləri götürmüşəm. Yazıb ki, tibb bacısı hər 15 gündən bir növbətçi olur. İlk növbətçi olduğu gün cümə axşamı gününə təsadüf edirsə, onun 8-ci növbətçiliyi hansı günə düşəcək? İlk növbətçi olduğu gün cümə axşamına təsadüf edirsə, 8-ci növbətçiliyi hansı günə düşəcək? Tələbələr burada biraz yanlış düşüncədə olurlar. İndi deyəcəm burada məsələ nədir, ümumiyyətlə bu sualları necə həll edirlər. Bu TQDK sınağına düşmüş bir sualdır.
Mən burada belə bir yanaşma deyəcəm sizə. Bax, təsəvvür edin ki, birinci növbətçiliyi düşdü məsəl üçün bunun hansı günədir? Cümə axşamı. Cümə axşamı. İkinci növbətçiliyi bundan 15 gün sonradır. Üçüncü növbətçilik bundan 15 gün sonradır. Elə bil ki, hər növbətçilik arasında 15 gün fasilə var. Düzdür? Gəlirəm burada bax belə yazıram. Yenə də 15 gün fasilə var. 15 gün, 15 gün, 15 gün, 15 gün. Yəni toplamda birinci ilə sonuncu arasında neçə gün fərq var? Sən bunu tapmaq istəyirsənsə elə birbaşa 7-ni vurmalısan 15-ə. Tələbələr nə edirlər çox vaxtı? 8-i vururlar 15-ə. Çünki düşünürlər ki, 8 dəfə növbətçiliyi varsa, 8-i 15-ə vurmaq lazımdır. Axı hərəsinin arasında 15 gün fərq var. Amma yox, 7-ni vurmaq lazımdır. Niyə? Çünki birinci dəfə növbətçiliyi üçün 15 gün gözləməliyik. Birinci olduğu, ondan sonrakı hər növbətçiliyi üçün 15 gün gözlədik. Hər növbəti üçün 15. İlk dəfə üçün 15 gözləməyə ehtiyac yox idi. Ona görə də burada 8-ci növbətçilik desə də, burada 7 dənə 15 gün. Toplamda neçə gün burada fərq var? 105 gün fərq var. Ümumiyyətlə, təqvim məsələlərində hər zaman sizə iki tarix veriləndə, siz o tarixlər arasında neçə gün var onu tapmalısınız. Məsələn, mən də indi tapdım ki, bu tarixdən birincisindən 8-cisinə qədər 105 gün müddət keçib. Bəs tapandan sonra nə edirsiniz? Bunu bölürsünüz 7-yə. Həmişə 7-yə bölürsünüz, hər zaman. Niyə 7-yə bölürəm? Çünki hər 7 gündən bir eyni gün təkrarlanır. Məsəl üçün, bugün cümə axşamıdır, 7 gündən sonra yenə cümə axşamıdır. Hər 7 gündən bir eyni gün təkrarlanır. Ona görə də siz aldığınız o neçə günsə, onu bölməlisiniz 7-yə. Və burada sizə qalıq lazımdır. Qalıq neçə qalsa, həmən günü. Elə bil ki, məsəl üçün, qalıq deyək ki, 2 qalsa, bunun üzərinə 2 gələcəksiniz. Qalıq 4 qalsa, üzərinə 4 gələcəksiniz. 1 qalsa, üzərinə 1 gələcəksiniz. Məsələn, indi biz 105-i 7-yə böləndə qalıq qalır? Yox. Tam bölünür. Qalıq qalmır. Qalıq qalmırsa, deməli, yenə də eyni gündür. Yəni, yenə də cümə axşamıdır. Amma birdən, məsəl üçün, qalıq 1 qalsaydı, olacaqdı, məsəl üçün, cümə. 2 qalsaydı, şənbə. Üzərinə gələcəkdir. Deməli, təqvim məsələlərində hamısında verilən iki tarix arasında neçə gün keçib, onu tapmalısan, 7-yə bölməlisən və sənə orada qalıq lazımdır. Qalıq nə qalsa, üzərinə gəlirsən. Belə sadəcə simvollardan ibarət olan suallarda bəzən tələbələr çətinlik çəkirlər. Məsəl üçün, bu sualda nə etmək lazımdır? Biz bilirik ki, Z-ni D-yə böləndə S alınır və qalıq qalmır. Düzdürmü? O zaman biz burada belə bir yoldan istifadə edirik. Ədəd bərabərdir, bölən vurulsun qismət və üstünə gəlinsin qalıq. Burada qalıq olmadığı üçün, deməli, Z nəyə bərabərdir sadəcə? D vurulsun S-yə. Qalıq yoxdur. Burada da eyni şey eləyirəm. Z plus D nəyə bərabərdir? Bölən vurulsun qismət plus qalıq. Qalıq olmadığına görə yenə yazıram. Z plus D bərabərdir. D-ni D-yə vuranda alınır D kvadrat. İndi sən burada nə etməlisən? Aldığın bu iki tənlikdə nə etməlisən? Əvəz etmə. Yuxarıda sən Z-nin DS-yə bərabər olduğunu bilirsən. Gətir bunu qoy aşağıda yerinə. Z-nin yerinə DS qoy. Alınacaq DS plus D bərabərdir D kvadrata. D-nin birini mötərizə xaricə çıxart. Alınacaq D mötərizə xaricə çıxardanda S plus 1 bərabərdir D kvadrata. İndi bir dənə D-ni ixtisar apar. Bir dənə D-ni buradan, bir dənə D-ni buradan. Qalacaq S plus 1 bərabərdir D-yə. Və S-ni digər tərəfə keçirdəndə 1 bərabərdir D çıxılsın S-yə. Məndən də D çıxılsın S-ni soruşmurdu. Cavab elə birbaşa 1 alındı.
Bəlkə də bunu qiymət qoymaqla axtara bilərik, amma qiymət qoymaq çox uzaq, uzun gedəcək. Siz böyük ehtimal, bax mən sizə deyirəm, böyük ehtimal. Əgər bir sualda ki, belə ancaq belə balaca sualda hərflər falan varsa, böyük ehtimal onu tənliklə həll eləmək lazımdır. Həmişə bunları yazın özünüz üçün. Ədəd bərabərdir, bölən vurulsun qismət, plus qalıq. Bu formada yazanda tənliklər sistemi ilə həll edəcəksiniz. Və məndə məsəl üçün burada nə alındı cavab? Alındı A variantı. Baxın, yenə bir maraqlı bir məsələ. 38-ci sual. Yazıb ki, aşağıdakı cədvəldə 1-dən 8-ə qədər nömrələnmiş xanaların hər birinə 1, 2, 3, 4, 5, 6, 7, 8 rəqəmlərinin biri yazılmalıdır. Yəni, bu rəqəmləri bu xanalara yerləşdirməlisən. Və deyir ki, xananın altında verilmiş ədəd isə birinci xanadan həmən xanaya qədər yazılmalı olan ədədlərin cəmini göstərir. Məsələn, nə demək istəyir? Buraya elə 2 ədəd yazmalısan ki, cəmi 5 olsun. 2 ədədin cəmi 5 olsun. Məsələn, bura elə 4 ədəd yazmalısan ki, cəmi 16 olsun. Və bu 4 dənənin cəmi 16 olmalıdır. Bir aşağıda yazılan ədəd birinci xanadan ora qədər olan ədədlərin cəmini bildirir. Məsələn, bura elə 5 ədəd yazmalısan ki, cəmi nə versin, hamısı bir etsən, 21 versin. Və s. və s. Yaxşı, ədədləri yerləşdirəndə nəyə baxmaq lazımdır? Mən bura qədər yazacağım ədədlərin cəmi 16 olmalıdır. Bura qədər yazacağım ədədlərin cəmi 16-dır. Və mən sonra üzərinə bir dənə də ədəd bura yazanda gəlir olur 21. Bura qədər 16-dırsa, 16 üzərinə nə gələndə 21 olar ki? Təbii ki, 5 gələndə. Ona görə də sən birinci növbədə tapmalısan ki, buradakı ədədin 5-dir. Çünki bura qədər nə yazırsan yaz oldu 16, bir dənə də üzərinə ədəd gələndə 21 verirsə, 16 üzərinə nə gələndə 21 verir? 5 gələndə. Bu belə tapılır. İkinci məsələ. Bu ədədlərin hamısını cəmi neçə edir? Və bunların hamısını bir dənə toplayanda edir 36. Hamısı bir yerdə edir 36. Əgər onun bura qədəri 28-dirsə, onda axırıncı ədəd nədir ki, 28-in üzərindən nə gələndə 36 verər? Axı, hamısı bir yerdə 36 verməlidir. Əgər bura qədəri 28-dirsə, 28-in üzərinə bir dənə ədəd gələndə 36 olmalıdır. O hansı ədəddir? O da 8 ədədidir. Deməli, buradan bura qədər hamısı bir yerdə 28-dir. Sonda da burada 8 var ki, cəmi 36 verəcək. Bu iki dənəni tapırsan belə. Gəldik indi növbəti nə? 8 getdi, 5 getdi. 2 dənə ədəd yazmalıyam ki, cəmi 5 versin. Bu ya 2-3-dür, ya da 1-4-dür. Yoxlamaqla tapa bilərəm də. 2-3-dürmü, yoxsa 1-4-dürmü? Bir dənə birinci 1-4-ü yoxlayaq. Görək hələ başımıza nə gəlir. Məsələn, qoydum bura 1 ilə 4. 1 ilə 4-ün cəmi mənə verdi 5. İndi 5-in üzərinə hansı 2 ədədi gəlsəm 16 verər? 1 ilə 4 gedibsə, yerdə qalan ədədlərdən hansını gəlirsən gəl 16 verməyəcək. Çünki bunların cəmi 5-dirsə, buradakı 2 ədəd 11 verməlidir. Toplamı 16 olsun deyə. Yerdə qalan ədədlərdən də cəmi 11 verən yoxdur. Ona görə də bura 1 ilə 4 yaza bilmərəm. Nə yaza bilərəm? Avtomatik olaraq 2 ilə 3. 2 ilə 3 getdi. Bax, indi yerdə qalan ədədlərdən 4 ilə 7-ni bura qoysan, 4 ilə 7-ni bura qoyanda həqiqətən də 16 verəcək. Hansını hara qoyun bunun fərqi yoxdur. Burada fərqi yoxdur. 4 ilə 7-ni qoydu. Əlimizdə qaldı 1 ilə 6. 1 ilə 6-nı artıq burada ürəyin necə istəyir qoy. İstəyirsən 1-6 qoy, istəyirsən 6-1 qoy. Fərqi yoxdur. Və səndən də bunu soruşur ki, bir rəqəmi hansı xanalarda yazıla bilər? Bir rəqəmi ya bu xanaya düşəcək, ya da bu xanaya düşəcək. 6 və ya 7-ci xanaya düşəcək. Cavabımız Y variantıdır. Gəldik növbəti bir mətn təhlillərimiz də var. Qəşəng mətn təhlilləri saxlamışam sizin üçün. Saha perimetrə aid də 2 dənə çox çətin sualımız var.
Qəbula düşən tiplərdəndir. 2 dənə çox çətin sualımız var burada. Gəldik burada belə bir suala baxaq. Yenə də bir riyazi məsələyə baxaq. Amma bir dənə hesab əməlinə baxaq, sonra qayıdaq bura. Yazıb ki, bu sualda A və D-nin cəmi minimum olmalıdır. A və D-nin cəmi minimum olmalıdır. Təbii ki, biz burada necə bir məntiqdən istifadə etməliyik? Biz çalışmalıyıq ki, bunlara balaca ədədlər qoyaq. Amma özümüzdən yox. Məsəl üçün, mən bilirəm ki, B bir qoymaq olmaz, 2 qoymaq olmaz. Niyə olmaz? Çünki bölən qalıqdan böyük olmalıdır. Bu qalıqdan balaca ola bilməz. 3-dən 3 ola bilməz və 3-dən balaca ola bilməz. 3-dən böyük rəqəm qoymalıdır. 3-dən böyük məsələn 4, 5, 6, amma mənim minimum istəyir axı. Minimum istəyirsə mən bura qoyuram məsələn 4. Çox böyük qoymuram. Qalıqdan böyük, amma çox da böyük istəmirəm. Ən balaca 4 qoya bilərəm. Gəldim burada da B qoydum 4. Eyni şərtlə C-yə də 7-dən böyük rəqəm qoymalısan. 7-dən kiçik və 7 qoya bilməzsən. Ona görə də C-yə də burada qoya biləcəyin ən kiçik rəqəm 8-dir. Gətirdim, burada da qoydum 8. İndi A ilə D-ni hesablayaq. Hesablayaq. Gəlirəm, böləni vururam qismətə. 4 8-in 32, üstə gəlinsin 3, olacaq 35. 4 8-in 32, üstə gəlinsin 7, olacaq 39. A-mız 35-dir, D-miz 39-dur. Minimum qiymətlər bunlardır və bunlar da bizə verəcək 74. Belə bir şəkilli sualımız var. Çox vaxtı belə uzun fiqurlar veriləndə bizdə bir dənə bunun bənzəri var idi. Belə əyri-üyrü xətlərdir. Yəqin onu çoxunuz görmüsünüz. O tip sual. Orada hər fiqurun bir dənə simmetriyası var idi. Belə bir şey idi. Burada isə diqqətlə baxsaz, fiqurlar sadəcə təkrarlanır. Məsələn, bir dənə bunları nömrələyirəm. 1, 2, 3, 4, 5, 6. Bax, yenə də eyni fiqurlar təkrarlanır. 1, 2, 3, 4, 5, 6. Yenə ayırdım. 1 var, 2 var, 3 var. Yəni bizə dördüncü fiqur lazımdır. Dördüncü fiqur buradan bax gəlib götürürsünüz. Bax, bu fiqur bizim cavabımızdır. Bu da hansı variantda var? B variantı. Eyni şeylər təkrarlanır. Gəldik növbəti nəyə? Bu qrafik həm dövlət qulluğu, həm magistr düşmüş tiplərdəndir. Gəlin indi bu qrafikə baxaq. Yazıb ki, burada elin qrafikini bizə verib, K-nın qrafikini bizə verib, deyir, L ilə K-nın cəminin qrafikini qur. Onların cəminin qrafikini qurmalısan. Burada ümumiyyətlə bizə bunun toplaması da verilə bilər, çıxması da verilə bilər, vurması da verilə bilər. Bölmə də yəni ola bilər, hər forması. Sən burada nə etməlisən? Birinci növbədə başlayıram onların başlanğıc nöqtələrindən. Və bunları ilk öncə nömrələsək, bizim üçün daha yaxşı olar. Məsələn, bunu nömrələyirəm 1, 2, 3, 4, 5, 6. Buranı da nömrələyirəm. 1, 2, 3, 4, 5, 6 və s. və s. Başlanğıcda diqqətlə baxsanız, K başlayır 2-dən, L başlayır 4-dən. 2 ilə 4-ü toplayanda neçə edir? 6. Deməli, bizim qrafikimiz 6-dan başlamalıdır. Niyə? Çünki biz bunların cəminin qrafikini qurmalıyıq. Bizim qrafikimiz 6-dan başlamalıdır. 1, 2, 3, 4, bu 5-dən başlayıb. Məsələn, bu deyil. B variantı ola bilər. 1, 2, 3, 4, 5. 5-dən başlayıb. Bu da deyil. Bu bislər ola bilər. Yəni, bu bislərdə hər hansı hələ ki bir problem yoxdur. Keçdik birinci və buradakı nöqtə. Bura. Burada K-mız 2-dir. Elimiz isə 3 ilə 4-ün arasıdır. Yəni, təxmini 3,5. 2 ilə 3,5-i toplayanda eləyir 5,5.
Deməli bizdə bu iç xəttin üzərində bu qrafik 5,5-də olmalıdır. Baxıram. Məsəl üçün bu həqiqətən də bax 5,5-dədir. Bax iç xəttin üzərində. Bu ola bilər. Bu da düz gəlir, bu da düz gəlir. Bunlar da düzdür. Keçdim növbəti nöqtəyə. Burada K'mız 2-dir, elimiz 3-dür, 5 eləyir. Növbəti nöqtədə 5-ə düşməlidir. Bəli, B variantında bu da düz gəlir. D variantında da bu düz gəlir. Y variantında da bu düz gəlir. Keçdim növbəti, üçüncü nöqtə. Biri burada 4'tür, biri isə 1,5'dir. 4 ilə 1,5 toplayanda 5,5. Deməli bu 5-ə düşəndən sonra biraz təzədən yenə qalxmalıdır. Yenə 5,5-ə keçməlidir. Düzdür? Məsəl üçün bu B variantında uyğundur. Burada 5,5-ə qalxıb uyğundur. Amma Y variantında uyğun deyil. Y variantı yenə 5'dir. Yenə 5'dir. Baxın 5 kimi 3 dəfə gedib. Bunu çıxdıq. Gəldi burada. Burada isə yuxarıya qalxmalıydı axı. Bax, bu xəttin üzərinə baxın. 1, 2, 3, 4, 4,5 veriblər bunu. Bu 5 olandan sonra üzü yuxarıya çıxmalıydı. Yəni B variantındakı kimi. Burada 5 alınmışdı, sonra 5,5 artmalıydı. Amma D variantında yenə azalıb. Onda bu da çıxdı və bizim cavabımız qaldı bir dənə B variantı. Biraz diqqət. Yəni diqqətli olsaq bunu da yaza bilərik. Gəldi indi belə bir kubun qaydasından danışmağa. Eyni kubun 3 görüntüsü şəkildə verilmişdir. Eyni kubun 3 müxtəlif görüntüsü şəkildə verilmişdir. Bizə deyir ki, bu kubun açılışı hansı ola bilər? Bu kubun digər açılışı hansı ola bilər? Bax, biz nəyə diqqətlə baxmalıyıq? Kublarda belə bir qayda var. Bəlkə kimsə unudub deyə mən bunu seçdim. Qayda belədir. Məsəl üçün, hər hansı iki kuba baxanda, hər hansı iki kuba baxanda, əgər oradakı üzlərdən ikisi ortaqdırsa, deməli yerdə qalan üzlər bir-birlərinin paralel üzləridir. Bax, təkrar edirəm. Hər hansı iki kuba baxanda, əgər orada iki dənə ortaq üz çıxsa, üçüncülər bir-birlərinin paralel üzüdür. Məsələn, mən baxıram burada birinci ilə ikinci. Baxıram bunlara. Bax, burada dairə burada da var. Dairə burada da var. Romb burada da var. Romb burada da var. Bax, iki dənə üz ortaq çıxdı. Yerdə qaldı üçbucaqla kvadrat. Deməli, üçbucaqla kvadrat bir-birinin paralel üzüdür. Məsəl üçün, bu C variantında düz deyil. C variantında üçbucağın paralel üzü kimi bu fiquru veriblər. D variantında da üçbucağın paralel üzü kimi bu fiquru veriblər. Burada da Y variantında da üçbucağın paralel üzü kimi başqa bir fiqur veriblər. Bax, 3 variant getdi. İndi məsələn, mən birinci, ikinciyə baxdım. İndi baxıram, məsələn, deyək ki, ikinciyə və üçüncüyə. Burada bir dənə bax, romb burada da var, burada da var. Başqa ortaq olan fiqur yoxdur axı. Onda mən bu qaydanı burada tətbiq edə bilmərəm. İndi isə son olaraq bu səfər baxıram birinci ilə üçüncüyə. Romb burada da var, romb burada da var. Bunlar getdi. Üçbucaq burada da var, üçbucaq burada da var. Getdi. Qaldı bir dənə yerdə qara dairə, birində ağ dairə. Deməli, qara dairə ilə ağ dairə bir-birlərinin paralel üzüdür. B variantında bunu səhv veriblər. B variantında bunun qarşı üzünü bu verirlər. Bu səhvdir. O zaman cavabımız nədir? Cavabımız A variantıdır. Yəni, kuba baxanda iki dənə ortaq üz çıxsa, digərləri avtomatik olaraq bir-birlərinin paralel və ya qarşı üzüdür. Bəli, paralel üz və ya qarşı üz. Gəlin bir dənə mətn təhlilinə baxaq. 3 suallıq qəbul sualıdır. 3 sualı var, yəni 3 ballıq bir sualdır. Görək burada nə danışır. Baxın, yazıb ki, bir marketdə KLMN, PRST markalı sabunlar satılır və bu sabunlar aşağıdan yuxarıya doğru nömrələnmiş 5 rəfdə müəyyən şərtlərlə düzülmüşdür.
Gəlin baxaq, bizdə nə deyir? Birinci növbədə 5 rəf demir. Sən də gəl buradan bir dənə 5 dənə rəf çək. Aşağıdan yuxarı dediyi üçün bir, 2, 3, 4, 5 nömrələdim. Deyir, hər rəfdə ən çox 2 fərqli markanın sabunları var. Hər rəfdə ən çoxu 2 fərqli markanın sabunları var. Üçüncü rəfdə isə ancaq P markalı sabunlar var. Üçdə ancaq P markalı sabunlar varsa, ancaq nə deməkdir? Yəni, bura başqa heç bir sabun qoyulmayacaq. Və bu rəf elə bil ki, doldu. Çərçivəyə aldım, yəni bura doldu artıq. Yazıb ki, N və L markalı sabunlar S markalı sabunlardan bir rəf yuxarıdadır. Yəni, N ilə L S-dən yuxarıdadır. Belə ilk baxışda bunun iki ehtimalı var. Yəni, ola bilər ki, məsəl üçün S buradadır, N ilə L buradadır. Yəni, ondan bir rəf yuxarıdadır. Və ya ola bilər ki, S buradadır, N ilə L bir də ondan yuxarıdadır. Əslində, sonuncu cümlədən bu bəlli olur. Bu ehtimalların hansı doğrudur? O bəlli olur. Burada yazıb ki, S markalı sabun P markalı sabundan aşağıdakı rəflərin birindədir. Yəni, bu demək ki, artıq bu ehtimal yuxarı yazdığımız ehtimal deyil, aşağı yazdığımız ehtimaldır. Sadəcə mən burada nə demək istəyirəm? Bəzən tələbələr axı o həyəcandan heç buna baxmaq lazımdır, onu bilmir axı. Elə bunlara ardıcıl gedir və bunu görmür. Görməyəndə də artıq nə edir? Qalır iki ehtimal arasında. Bilmir ki, belə olmalıdır yoxsa belə. Elə bir şey olanda bir dənə də bundan yazın. Bir dənə də burada bundan yazın və hər ikisini yoxlayın. Hər ikisini yoxla. Onsuz da sən sonuncu cümləyə çatanda artıq görəcəksən ki, hansı ehtimal düzgündür. Amma yenə də deyirəm, amma bunu birbaşa görə bilirsənsə lap əla. Gəlin indi biz buradan davam edək. Deməli S bizə deyir ki, P-dən aşağıdadır. Bunun aşağısında bir yerlərdədir. Və burada nə deyirdi? Deyirdi ki, N-lə L, N-ilə L, S markalısa bundan bir rəf yuxarıdadır. Onda S-i qoyuram bura. Bir rəf yuxarıda isə N və L-i yerləşdirin. Belə olduğu təqdirdə N-lə L-in olduğu yerdə doldu. Çünki bir rəfdə maksimum 2 sabun ola bilər. Burada doldu. Bu getdi. Gəldik növbəti cümləyə. K markalı sabunlar T markalı sabunlarla fərqli rəfdə və M markalı sabundan bir rəf aşağıdadır. K ilə T-nin fərqli rəflərdə olması bizə hələ ki kömək eləməz. Amma K M markalı sabundan bir rəf aşağıdadırsa, bunu tapa bilərik. K M-dən aşağıdadır. Məsəl üçün, M-i bura qoysam, ondan aşağıda yeri yoxdur. 2 ilə 3-ə zaten qoya bilmərəm. M-i 4-ə qoysam, bundan aşağıda yeri yoxdur. Əgər burada K M-dən aşağıdadırsa, mütləq M 5-də olmalıdır. K isə ondan aşağıda, yəni 4-də olmalıdır. Növbəti, R markalı sabunlar S və M-in yanına düşməz. Deyir, R hərfi S-in və M-in yanına düşməz. Yəni, R burada düşməz deyir, burada düşməz deyir. Onsuz da 2 ilə 3-ə də düşə bilməz, orada doludur çünki. Bəs onda R hara düşəcək? Yerdə qalır ancaq burada, bax bura. Bura düşəcək. Bu da doldu. Başqa da bizə heç nə verməyib burada. Bir dənə burada sadəcə T markalı sabunun yerini biz dəqiq tapa bilmirik. T markalı sabun burada 5-də də ola bilər, 1-də də ola bilər. Yəni, onun haqqında bizə heç bir şey demir. İndi keçək burada bir sualımızı cavablayaq. Görək, 3 baldan bizə verilən suallar hansılardır? 54-də yazıb ki, aşağıdakılardan hansı mütləq doğrudur? Cavab B variantıdır. R və K markalı sabunlar eyni rəfdədir. Doğrudur. Aşağıdakılardan hansı mütləq səhvdir? Hansı? Bu da D variantına baxın. Bura baxın. Yazıb ki, S markalı sabunlar 4-cü rəfdədir. Axı, S-i biz 1-ci rəfə qoymuşuq. O dəqiq tapılıb axı. O 4-də ola bilməz. Və 56. Deyir, T markalı sabunlar 5-ci rəfdə olarsa, aşağıdakılardan hansı səhvdir? T demir ha 5-də, dəqiq 5-dədir. Deyir, olarsa hansı səhvdir? T 5-ə gətirdim, qoydum bir dənə burada məsəl üçün. Təsəvvür edin ki, T 1-də yox, 5-dədir. Təsəvvür edin ki, bu 5-dədir. Deyir, hansı səhvdir? Cavab Y variantı. Y variantında yazıb ki, N markalı sabunlar 4-cü rəfdədir. Axı biz N-i 2-yə qoymuşuq. Bu bizim cavabımız olacaq bu. Bax, bu qəbul sualıdır, gənclər.
və 3 ballıq bir qəbul testidir. Keçək növbəti bir sual. Gəlin bir dənə saha və perimetrə aid bir suala baxaq. Yazıb ki, ABC üçbucağında təsadüfi qeyd olunan bir nöqtənin rəngsiz hissəyə düşmə ehtimalını tapın. Və deyir ki, bir dama bir sahə vahididir. ABC-də deyir, təsadüfi qeyd olunan nöqtənin rəngsiz hissəyə düşmə ehtimalını tapın. Və birinci növbədə tələbələr burada bunu başa düşməlidir ki, burada ümumi sahədə demir ha. Sadəcə ABC üçbucağında danışır. Sadəcə bəs bu damaları niyə verib? Siz onları yəni saya biləsiniz, hesablaya biləsiniz deyə verib. Ona görə verib. Tələbə bəzən edə bilir ki, ümumi fiqurda rəngsizə düşmə ehtimalıdır. Xeyr, yalnız ABC-də. Gəlin birinci biz ABC-nin sahəsini tapaq. Burada AB düşməyib, mən özümdən yazıram. AB və daha doğrusu B burada yuxarıdır. ABC. Birinci bunun sahəsini tapıram. Üçbucağın düsturu nədir? Oturacağı vurulsun hündürlüyü. Oturacağı vurulsun hündürlüyü bölünsün 2. AH bölünsün 2. Gəldik bura. Bunun oturacağı buradan bura neçə damadır? Damaları bir dənə sayaq. 2, 4, 6, 8, 10, 12, 22 eləyir. 8, 10, 12, 14, 16, 18, 20, 22. Bəli. Oturacağı 22-dir. Vurulsun. Hündürlük 2, 4, 6, 8, 10, 12, 14, 16, 18, 20. Hündürlük də 20-dir. Və bölünsün 2. Bu üçbucağın sahəsi olacaq 220. Üçbucağın ümumi sahəsi 220-dir. İndi nə etməlisən? Bunun içərisindəki ağ üçbucaqların sahəsinin hamısını bir-bir tapmalısan. Birinci növbədə mən biraz bunu qalınlaşdırım. Bu düzbucaqlı üçbucaqdır. Düzbucaqlı üçbucağın düsturu nə idi? Bunda biraz fərqli idi də. Katetlərin hasili bölünsün 2. Gəlirəm burada bunu, bu düsturunu hesablayıram. Bir kateti buradan buraya qədər 9'du. 9'du. Bir kateti de buradan buraya kadar saysak 2, 4, 6, 8, 10, 12, 14, 16'dır. Onda bunun sahəsi nədir? 9'u vuracağım 16'ya və böləcəm 2'yə. Burada olacaq 72. Bunun sahəsi 72'yə bərabərdir. Gəldim bu birisini hesablamağa. Bunun bir kateti buradan bura 4'tü. Bir kateti ise buradan bura 6'dır. Onda 4'ü 6'ya vuranda ve 2'ye böləndə bunun sahəsi olacaq 12. Gəldim burada bunu hesablamağa. Bunun adi üçbucağı oturacağı 4'tü, hündürlüğü 4'tü. O zaman 4'ü 4'e vurup 2'ye böləcəksən. Bu olacaq 8. 8. Bu da eyni boydadır da bunu hesablamıram. Bu da oldu 8. Gəldim burada son olaraq bunları hesablayıram. Bunun bir tərəfi 4'tü, bir tərəfi 4'tü. Elə 4'ü 4'e vurub 2'ye böləndə bu da olacaq 8. Bu da eyni boyda da olacaq 8. Son olaraq bir dənə balaca qaldı. Bunun oturacağı 3'tü, hündürlüyü isə 4'tü. Onda 3'ü 4'e vurub 2'ye böləndə bu olacaq 6. İndi ağların hamısını toplayaq. Görək ümumi ağ nə qədər oldu? 80, 96, 110, 122. Ağ bərabərdir 122. İndi sual budur ki, üçbucağın içində seçilən təsadüfi bir nöqtənin ağa düşmə ehtimalı. Cavab budur ki, ağı yazırsan sürətdə, ümumi sahəni isə yazırsan məxrəcdə. Mənim 124 eləyir. 124 eləyir. Bəli. Olsun, bir dənə də baxım onda mən 80, 100, 122 eləyir axı. Mən səhv hesablayıram. 80, 96, o da 14. 121 də mən düzdür. 122 eləyir. Yox, mən düz yazmışam. Gəldik indi burada ixtisarımızı aparaq. 220-də 122 ixtisar gedəndə nə qalır? Qalır 110-da 61. Deməli, sualımızın cavabı 110-da 61.
B variantı. Burada bax, bu sual təkrar düşmə ehtimalı çox olan suallardan biridir. Bunu da sizə izah edəcəm. Və burada bir dənə çox çətin bir faiz, riyazi bir məsələ var. Onu da izah edəcəm. Bu qalsın hələ ki. Gələk burada bir dənə mətn təhlili təkrar izah edək sizə. Elə mətn təhlilləri seçmişəm ki, bunlar çoxdan da düşmür və düşə bilər. Yazıb ki, adları Nizami, Seyfəl, Kamil və Hüseyn olan Dülgər, Bənna, Rəysaz və Suvaqçı 20, 35, 40 və 50 gün işləyir və 900, 1200, 1400 və 1700 qazanır. Bu 4 parametrli bir mətindir. Böyük mətindir, balaca olmasına baxmayın. Nizami, Seyfəl, Kamil və Hüseyn. Bir dənə burada sütun çəkəcəm bunların işlədiyi gün üçün, bir dənə aldıqları maaş üçün, bir də onların peşələri üçün. 3 sütun burada ayıracam. Buraya yazıram birinci maaş. Buraya yazıram gün. Buraya yazıram peşə. Dülgər olmayan Nizaminin iş günlərinin sayı 900 manat qazananın iş günlərinin sayından çoxdur. Bu bir dənə qalsın. Bu cümlədə qəşəng məlumatlar var, amma birazdan. Orta gündəlik qazancı 40 manat olmuş. Hüseyn rəngsaz deyil. Orta gündəlik qazanc necə hesablanır? Ümumi maaşı işlədiyi günlərin sayına bölürsən. Sən burada fikirləşməlisən ki, hansı rəqəmə böləndə burada 40 alınır. Orta maaş 40 alınır. O verilən ümumi maaşlar bunlardır da. 4 dənə burada maaş verilib. 4 dənə də burada gün var. Hansına böləndə 40 alınır. Burada bir dənə elə şey var. Böləndə bizə 40 verəcək. O da hansıdır? 1400 və 35. Deməli belə çıxır ki, Hüseyn 35 gün işləyib və 1400 manat pul qazanıb. Baxın, təkrar deyirəm, necə bildim? Çünki bu rəqəmlərdən yalnızca 1400-ü 35-ə böləndə bunu artıq özün axtarıb tapmalısan da, nəyə böləndə ortalama 40 alınır. 1400-ü 35-ə böləndə. Deməli yazıram burada. Hüseyn 1400 manat maaş alır və 35 gün işləyib. Seyfəlin orta gündəlik qazancı 34 manat olub. İndi yenə də onu axtar. Nəyə böləndə 34 verər? Hansına böləndə 34 verər? Burada bir dənə ehtimal var. 1700-ü 50-yə böləndə. Seyfəldə deməli burada maaş 1700-dür və işlədiyi günlərin sayı isə 50-dir. Bunu da belə tapdıq burada. Suvaqçı ilə rəngsazın qazandığı pulların cəmi 2300-dürsə, deməli suvaqçı ilə rəngsaz cəmi 2300-dürsə, deməli burada hansı rəqəmlərin cəmi 2300 verir? 900 ilə 1400. Onlardan biri 900-dür, biri 1400-dür. Amma hansıdır bilmirəm. Biri 900-dür, biri 1400-dür. Onda Hüseyn burada avtomatik olaraq peşəsi tapılır. Niyə? Hüseynin axı aldığı maaş 1400-dür. Deməli Hüseyn ya suvaqçıdır, ya da rəngsazdır. Amma burada yazmışdı axı, Hüseyn rəngsaz deyil demişdi. Deməli Hüseyn burada suvaqçıdır. Suvaqçı. Hüseyn suvaqçı olanda 1410-da suvaqçıya gedəndə belə çıxır ki, 900 manat da rəngsaza qalır. Bu qalsın birazdan yadımızda. 900 manat rəngsazdır. Qayıtdım indi burada nəyə? Dülgər olmayan Nizaminin iş günlərinin sayı 900 manat qazanan iş günlərinin sayından çoxdur. Deməli Nizamidə 900 manat deyil. Nizamidə 900 manat deyilsə, 900 manat avtomatik olaraq kimə qaldı? Seyfəldə, Hüseyndə də ola bilməzsə, avtomatik olaraq bu qaldı Kamilə. Və yerdə qalan maaşlardan da 1200 qaldı burada Nizamiyə. Bunlar tapıldı. İndi bizə nə deyir? Dülgər olmayan Nizami. Nizami dülgər deyilsə, suvaqçı da deyil, rəngsaz da deyil. Rəngsaz çünki 900 manat maaş alandır. Yəni, rəngsaz kamildir. Dülgər Nizami deyilsə, deməli, seyfələ düşür Dülgər.
Və buna da qalır nə? Bənna. Və son olaraq qaldı bunların günü. Deyir Nizaminin iş günlərin sayı 900 manat qazananın iş günlərinin sayından çoxdur. Yəni Nizamidə günlər Kamildən çoxdur. O zaman yerdə qalan rəqəmlərdən 35 ilə 50-ni çıxanda qalır 20 ilə 40. Nizamidə 900 manatlıdan çoxdursa, deməli Nizami 40 gün işləyib, bu isə 20 gün işləyib avtomatik. Hamısı tapıldı. Amma bir sualdır bu. Sualda mənə deyir ki, deyir bunların orta qazancını artma ardıcıllığı ilə sırala. Orta qazancını artma ardıcıllığı ilə sırala. Gəlirəm burada. Nizamidə 1200-ü 40-a böləndə Nizami gündəlik 30 manata çalışır. Seyfəldə onsuz da mənə vermişdi 34-dür bu, hazır verilmişdi. Kamildə 900-ü 20-yə böləndə 45 manat eləyir. Hüseyndə də böləndə burada neçə verir? 1435-ə böləndə 40 manat eləyir. Bunları əgər mən artma ardıcıllığı ilə düzsəm, ən azalan Nizamidir. Nizamin peşəsi bənnadır. Deməli, birinci bənna gəlməlidir. Gəlməlidir belə. Sonra Seyfəl. Seyfəl dülgərdir. Sonra dülgər gəlməlidir. Sonra gəlir Hüseyn, suvaqçı. Suvaqçının kodu 4-dür. Və ən çox alanı da rəngsazdır. Kodlara görə düzəndə cavabımız olacaq. Bax burada. Baxın, belə suallarda bunun bir qısa yolu var. Bir də normal həll yolu var. İkisini də sizə deyəcəm. İkisini də bilməyimiz, əslində ikisi də çox uzun deyil. Yəni deyəcəm sizə, hansı sizə rahat gəlsə, onu istifadə eləyərsiniz. Birinci növbədə belə bir suallarda aşağıda əgər bizə bir şərt veribsə, şərtə uyğun rəqəm qoyursan və cavab düz çıxır. Yəni şərtə hansı rəqəmi qoyursan qoy, cavab düz çıxacaq. Sadəcə bir dənə elə rəqəm qoy ki, K-nı M-dən çıxanda birdən böyük alınsın. Məsəl üçün buna qoyuram 3, buna qoyuram 1. Bax, fərqi eləyir 2 və 2 birdən böyükdür. Cavab 100% düz alınacaq. Həm 4 ilə 2 də qoysan, 5 ilə 3 də qoysan, fərqi yoxdur. Sadəcə şərt düz olsun. Gəlirəm bunu burada yoxlayıram. K 3-dürsə, M də 1-dirsə, 8-i 3-ə vuranda 24. 24-ün üzərinə bu qalıq gələndə AB olacaq 27. 8-i 1-ə vuranda 8. Üzərinə qalıq gələndə CD olacaq 13. Gəlirəm burada 27-dən 13-ü çıxıram. Bundan bunu çıxana qalır 14. 14-ü 8-ə böləndə 1-də mi bölünür? Qalır 6. Cavabımız Y variantı. Başqa rəqəm də qoysan, yenə də bu belə alınacaq. Bu bunun normal həll yoludur. Bəs bunun qısa yolda varmı? Var. Çox qısa bir həll yolu var. Prosta o qısa yolu bir dənə bilməyiniz üçün öncə sizə bir dənə sualda onu göstərməliyəm. Bir dənə sualda sizə o qısa yolu göstərim, sonra burada da onu tətbiq edək. Bir dəqiqə səbirli olun. Bax, qısa yol, bax bu qısa yol. Nə zaman ödəyir? Bölənlər hər üçündə eyni olanda. Bax, burada da bölən 5-dir, burada da 5-dir, burada da 5-dir. Əgər bölən hər üçündə eyni olmasa, onda ancaq bayaq yol, qiymət qoymaq. Amma bölən hər üçündə eynidirsə, bunun çox qısa bir yolu var. Heç nə hesablamadan bir yol var burada. Nədir bu? Məsəl üçün, burada əgər bölən hamısında eynidirsə, sən A-nın əvəzinə A-nın qalığını qoy. Yəni, burada 3 qoy. B-nin əvəzinə D-nin qalığını qoy və hesabla. Və sən birbaşa cavabı tapacaqsın. Göstərəcəm ha indi, narahat olmayın. Bax, məsəl üçün, bölən hər üçündə eynidir? Eynidir. O zaman K-nın əvəzinə bunu qoy, Z-nin əvəzinə bunu qoy. Bunun qalığını bunu qoy. Gətirək yoxlayaq. K-nın əvəzinə 3 qoyanda 3-ün kvadratı, Z-nin əvəzinə 1 qoyanda çıxılsın 1. 3-ün kvadratı 9 edir. 9-dan 1 çıxanda qalır 8. 8-i 5-ə böləndə bir dəfə tam bölünür və qalıq nə qalır? Y variantı.
Bu qısa yoldur ya. Burada yəni sizi nəsə çaşdırmasın. Sadəcə məsələn deməyin ki, A müəllim K da 3 oldu, S də 3 oldu. Bu sadəcə bir qısa yoldur. Yəni bu əslində heç K3 deyil, K başqa rəqəmdir. Prosto belə qoyanda cavab çıxır. Məsələn gəldim indi buna. A-nın yerinə 3 qoyaq, B-nin yerinə 1 qoyaq. Gələk qoyaq. 2 vurulsun 3 eşitdir 6. 6-dan 1 çıxanda qalır 5. 5-i 5-ə böləndə bir dəfə tam bölünür, qalıq qalmış. E variantı. Amma məsəl üçün bunda bəs məsələ nədir? Burada artıq mənfi alınır. Eyni şeyi eləyəndə mənfi alınır. Mənfi alınanda bir dənə artıq burada istisna var. Mənfi alınanda. Yenə mən burada məsələn bölən hər üçündə eyni olduğu üçün AB-nin yerinə bunu, CD-nin yerinə bunu qoya bilərəm. Gəlirəm burada AB-nin yerinə qoyuram 3-ü, CD-nin yerinə qoyuram 5-i. Bunları bir-birindən çıxanda elə mənfi 2. Bir dənə bizdə mənfi alınanda bir istisna var. Da mənfi 2-ni buna bölmək olmur axı. Onda nə edirsən? Bir dənə sadə bir şey var. Alınan bu ədədlə bunu toplayırsan. Mənfi 2 ilə bunu toplayanda nə qalır? Cavab 6. Bayaqlarda 6 almışdıq, yadınızdadırsa. Yalnız bir dənə mənfi alınanda bu istisna qaydanı tətbiq edirsən. Belə qalan məsəl üçün burada müsbət alınsa, adi qayda ilə böl 8-ə qalığını tap. Amma bir dənə burada əgər mənfi alınsa, onu bölənlə topla. Sadə, ən qısa bir yol. Əgər yadınızda qalsa, bunu yaza bilərsiniz. Qalmadı da rəqəm qoyarsan. Yəni burada nəsə itirəcək bir şey yoxdur. Gəldik burada ehtimal nəzəriyyəsinə. Bu ən çox magistratura imtahanlarında düşür bu tiplər. Yazıb ki, Firəngizin 3 köynəyi, 6 ədəd ətəyi və 3 tuflisi var. Hər kombinasiyada bir dənə köynək, bir dənə ətək və bir cüt tufli olmalıdır. O geyimi neçə kombinasiyada düzəldə bilər? Bunun sizə bir qısa yolunu deyəcəm. Bax, birinci növbədə, məsəl üçün yazıram burada. Təsəvvür edək ki, Firəngizin məsələn 3 dənə köynəyi var. Məsəl üçün 2 dənə də ətəyi var. Məsəl üçün özümüzdən düzəldirik. Bir dənə köynək, bir dənə ətək seçməlidir. Neçə dənə kombin yarada bilər? Belə bir şey desə bizə, məsəl üçün, ola bilər ki, Firəngiz A köynəyi ilə bu ətəyi geyinsin. Ola bilər ki, A köynəyi ilə bu ətəyi geyinsin. Ola bilər ki, B köynəyi ilə bu ətəyi geyinsin və ya B köynəyi ilə bu ətəyi geyinsin. Və ola bilər ki, C köynəyi ilə bu ətəyi geyinsin və ya C köynəyi ilə bu ətəyi geyinsin. Yəni 3 köynək və 2 dənə ətəkdən 6 dənə kombin düzəldə bilərsən. 6 kombin. Bunun da çox olanda artıq bunu hesablamaq olmaz axı. Onda nə edirsən? Əgər burada və varsa, sadəcə onların sayını bir-birinə vurursan. Məsələn, burada 3 dənədir, burada 2 dənədir. 3-ü 2-yə vur, elə birbaşa cavab yaz. Amma birdən burada və ya sözü olsaydı, toplayacaqdıq. Və olsa vurma, və ya olsa toplama. İndi burada da və dediyi üçün, yəni üçü də eyni anda olmalıdır da, mütləq bir dənə köynək, bir dənə ətək, bir dənə tufli olmalıdır. Və var arasında. Onda bunları bir-birinə vurursan. 3, 6, 3. Vur bir-birinə bunları. Vuranda nə verir bizə? 54. Deməli, bu Firəngiz 54 cür özünə kombin yarada bilər. Sualımızın cavabı D variantı. Bunlar necə yazılmalıdır? Bunu təbii ki, yenə rəqəm qoymaqla eləyə bilərsən, amma bunun həlli qaydası belədir. Ədəd bərabərdir. Bölən vurulsun qismət. Üstünə gəlsin qalıq. Yəni 5AB bu bərabərdir. 11-i vururam AB-yə, 11 vurulsun AB. Üstə gəlsin qalıq. Bundan sonra isə ədədi mərtəbələrə ayırmalısan. Yüzlük, onluq, təklik. Bunun yüzlük mərtəbəsində 5 yazılıb. 5 dənə yüzlük eləyəcək 500. Onluq mərtəbəsində A yazılıb. 10 dənə A
Təkli mərtəbəsində B yazılıb, bir dənə B bərabərdir. Bu birisində isə 10 dənə A-dır, bir dənə B-dir. Amma bunu 11-ə vurmaq lazımdır axı. O zaman nə olur? 10 dənə A-nı 11-ə vuranda bu edir 110 A. Bir dənə B-ni isə 11-ə vuranda edir 11 B. Plus qalır. Rəqəmləri bir tərəfə keçirdəndə qalır 490 bərabərdir 100A plus 10B. Şu, bu qədər. Burada belə çıxır ki, A yüzlük mərtəbəsində nə yazıb? 4. A 4-dür. Onluq mərtəbəsində nə yazıb? 9. B də 9. Təkli mərtəbəsində yoxdur onsuz da bu da. A-nın yerinə qoyacaqsan 4, B-nin yerinə qoyacaqsan 9. Cəmi 13. Belə bir simmetriyaya baxaq. Aşağıdakılardan hansılar qatlanıb kəsilmiş kağızın, bu kağızın açılışı ola bilməz. Yəni hansı səhvdir? Bizdən səhvi soruşur. Diqqətlə baxsanız, burada səhifə 4 hissəyə bölünüb. Yəni bu səhifənin 1/4 hissəsidir. Düzdür? Bunu sonra sağa açırsan olur yarısı, sonra da onu aşağı açanda olur tam bir səhifə. Bu 1/4 hissəsidir. Onda sən bunu nə edirsən? Bütün hissələri 4 yerə bölərək bunu yoxlayırsan. Məsəl üçün A variantında birinci verilən fiquru belə 4 yerə ayırıram. Ayırandan sonra baxıram görürəm ki, soldan sağa bu hissələr uyğundurmu, simmetrikdirmi? Bəli. Yuxarıdan aşağıya mı? Bəli. O da düzdür. Məsələn, bu düzdür. Birdə problem yoxdur. Amma ikidə problem var. İki səhvdir. İkidə nə səhvdir desəz, məsələn, bunu belə böləndə soldan sağa simmetriya düz deyil. Çünki burada bax, bu fiqur eyni qoyulub, bax. Eyni qoyulub. Axı bu bunun əksi düşməli idi. Məsələn, birində əgər rombun sağındadırsa nöqtə, birində də onda rombun solunda olmalı idi axı nöqtə. Amma burada ikisində eyni qoyulub. Bu səhvdir. Sonra növbəti səhv hansıdır? Növbəti səhv burada üçüncüyə biraz yaxınlaşdıraq. 3 ola bilər ki, səhv olsun. Bir dənə xətlərinə diqqətlə baxaq. Belə böləndə bunu bu səhvdir. Əslində bu çox çaşdırıcıdır. Niyə? Çünki dalğalı xətləri adam tuta bilmir. Amma bunu necə tuta bilərik ki, bu səhvdir desəz, bir dənə burada bir şeyə diqqət eləyək. Və bunun yuxarı hissəsində və bu hissəsində sanki bir boşluq var. Bunu yuxarıdan aşağı simmetri eləyəndə, indi həmən boşluq aşağıya düşməlidir. Amma burada aşağı hissəsini bu səfər dik veriblər. Yenə də baxın, boşluq burada yenə də bu hissədədir. Yenə də boşluq elə bil ki, eyni şəkli qoyublar. Əksini qoymalıydılar axı, qoymayıblar. Ona görə də bu da simmetrik deyil. 3 də çox çaşdırıcı bir sualdır. 3 də simmetrik deyil. Əslində çox oxşuyur simmetrikə, amma ulduzlar pozur. Yuxarıdakı və aşağıdakı ulduz eyni düşüb. Baxın, ulduz fırlananda aşağıya doğru simmetrik olanda əksinə düşməli idi. Yəni bunun ayaqları aşağıyadır, amma başı yuxarıdadır. Yenə də burada ayaqları aşağıyadır, başı yuxarıdadır. Tərsinə bu səfər ayaqları yuxarıda olmalıydı. Bu yenə yanlışdır. 5-də bir problem yoxdur. 5-i belə düzgün böləndə görürsən ki, həm soldan sağa, həm də yuxarıdan aşağı simmetrikdir. Bir dənə də 6. Ya diqqətlə baxaq, o da səhvdir. Yenə dalğalı xətlər. Dalğalı xətlərdə məsəl üçün bu hissə, üst hissəsi bunun dikdir belə gəlir. Və burada yenə də baxın üst hissəsi dikdir belə gəlir. Bax, bu eynisini qoyublar. Və bununla bu eynidir. Ona görə burada 6 da səhvdir. Hansı ola bilməz deyirsənsə, burada bizdə cavabımız olacaq. 2, 3, 4, 6. Ola bilməz, bax bunlardır. Gəldik belə bir kuba baxaq. Birinci şəkli kubun açılmış vəziyyətidir. Bu kubun dördünü deyir burada, amma 3 dənəsini qoyub. Bu kubun üçünü, dördünü biz özümüz dəyişək. Bu kubun üçünü şəkildəki kimi yan yana qoysaq,
Kubların birinin üzündə 5, birində 1, birində 4 görsənirsə, mövcud vəziyyətdə bu kubun yuxarı hissəsində ən böyük hansı rəqəmlər görünə bilər? Yəni elə bil ki, bizdən soruşur ki, 5-in üzərində ən böyük neçə görünə bilər? 1-in üzərində ən böyük nə ola bilər? 4-ün üzərində ən böyük nə ola bilər? Bizdən bunu soruşur. Biz birinci növbədə bir tənbəllik eləməyək. Burada bunun bir də açılışını eləyək. Kubun açılışı zamanı sol tərəfdəki üzü sağa, sağdakı üzü sola çəkək. 5 gəlsin bura. 1 gəlsin bura. O yerləri dəyişdi. Aşağıdakı 4 nöqtəni bura aşırdan da 4 dəyişməyəcək. Eyni qalacaq. Amma bir dənə bunu eləyək. Sürətli olsun deyə. Amma yuxarıdakı 3 nöqtələr necə olacaq? O sanki ziqzaq formasında gedəcək. Bunu 90 dərəcə aşırdan da gəlir burada belə gedir. Və biz bilirik ki, kubun açılışına hər bir istiqamətdən, bütün istiqamətdən baxmaq olar. Düzdür? Yaxşı, gəldik o zaman nəyə? 5-in üzərində ən çox hansı nöqtə ola bilər? Bax, bu istiqamətdən baxsanız, 5-in üzərində maksimum 6 ola bilər. Bax, burada siz əgər kitabça ilə, məsəl üçün, magistr imtahanında kitabça ilənsə, kitabçanı fırladıb baxa bilərsiniz. Və dövlət qulluqçusu artıq elektrondur deyə, onlar ancaq kağıza çəkib, kağızı fırlada bilər. Mən isə burada bunu belə rahat, sərbəst fırladacam indi. Bax, gəldim bu kubu, bax, gətirdim bura və bunu bir dənə fırlatdım. Baxın, aşağıdan yuxarıya bu istiqamətdə baxanda 5-in üzərində 6 var. Deməli, 5-in üzərində olan nöqtələrin maksimal cəmi neçə ola bilər? 6. Bəs 1-in üzərində ən çox neçə ola bilər? Yenə eyni formada bunu bir dənə o tərəfdən baxsaz, 1-in üzərində maksimum 5 var. Burada baxıb görə bilərsiniz. 5 var. 4-ün üzərində maksimum neçə ola bilər? 4-ün üzərində elə normal baxanda görünür də, yəni aşağıdan yuxarıya baxanda 4-ün üzərində burada 6 görsənir. Deməli, bunun da üzərində maksimum 6 ola bilər. Bunların cəmidir neçə olar? Cavabımız 17. Deməli, gənclər, burada siz bilirsiniz nəyə də diqqətli olmalısınız. Sizi bilirsiniz necə çaşdıra bilər. Burada 1, 4 və 5-də demək olar ki, çaşma ehtimalı daha azdır. Amma 2, 3 və 6-da diqqətli olmalısınız. Çünki məsələn 2 rəqəminin 2 forması var. Belə də verə bilərsə, onun əksini də verə bilər. Məsələn 2 cür. 3-ü də belə də verə bilər, belə də verə bilər. Bir də 6 da axı 2 formada düşür. 6 ola bilər ki, dik formada belə düşsün, ola bilər yastı formada. Və onlar artıq olsa çox diqqətli olmalısınız. Yəni, bunlarda bir dənə diqqətli olun. Mən də bir dənə sual dəyişirəm. Görün bunu siz tapa bilərsinizmi? Bəs birdən bizə desəydi ki, bunların üzərində olan nöqtələrin cəmi ən az neçə ola bilər? Amma yerdən demirik. 4 olar. Kim desə, yaza bilirsə yazsın. Çat bölməsini yazın, baxaq görək kim tapa bilər. Ən az bunların üzərində cəm neçə görünə bilər? Bunların üzərində olan nöqtələrin cəmi ən azı neçə ola bilər desə, 5-in üzərində ən az 1 ola bilər. Buradan baxanda görmək olar bunu. 5-in üzərində minimum 1 var. Bu olacaq 1. 1-in üzərində ən azı 2 ola bilər. Yenə də elə bunu bir dənə fırladıb sol tərəfdən baxsaq, 1-in üzərində minimum 2-ni görə bilərsiniz. 4-ün də üzərində ən az 1 ola bilər. O da buradan görünür. Və minimum nöqtələrin cəmi desəydi, cavabımız olacaqdı burada 4. Bloklarla bağlı məsələlər. Yenə də bu magistratura qəbulunda olub, amma dövlət qulluğunda belə də deyək də, demək olar ki, yəni olmayıb belə bir sual. Sadəcə maraqlı bir riyazi bir sualdır, baxaq. Deyir, hər blokunda, daha doğrusu, hər blokunun hər mərtəbəsində 4 mənzil olan 16 mərtəbəli binada
165 nömrəli mənzil hansı bloka və hansı mərtəbəyə düşəcək? Bax, bunu siz necə hesablamalısınız? Birinci sadə yeniliyim, yəni başa düşəsiniz. Sonra hesablamanın qısa yolu var, onu deyəcəm sizə. Sizin burada tapmalı olduğunuz bir şey, ümumi bir blokda neçə mənzil var? Siz birinci onu tapmalısınız. Və təsəvvür edin ki, hər mərtəbəsində 4 dənə mənzil var. Məsələn, burada da 4 mənzil var. Burada da 4 dənə var. 4 dənə, 4 dənə, 4, 4, 4, 4, 4, 4, 4, 4, bu belə gedir. Toplamda 16 mərtəbəli bina varsa. Onda onun bir blokunda neçə dənə mənzil olur? Sən bunu rahat hesablamaq üçün gəlirsən elə birbaşa 16-nı vurursan 4. Yəni sən tapırsan ki, bir blokda 64 mənzil yerləşir. Niyə? Çünki 16 dənə mərtəbə var və hərəsində 4 dənə ev var. Deməli, bir blokda 64 mənzil mövcuddur. Mənə deyir 165 hardadır? Hansı blokdadır, hansı mərtəbədədir? Bunu necə tapırsan? Deməli, sən başa düşməlisən ki, artıq birdən 64-ə qədər olan evlər birinci bloka düşür. 65-dən 128-ə qədər olan evlər ikinci bloka düşür. Və 164-də 64 gedir də, hər blokda 64 ev var, düzdürmü? 128-dən də 192-yə qədər falan olan evlər isə 3-cü blokda yerləşir. Deməli, bu təxminən artıq 3-cü bloka. Çünki 2-ci blokda 128-ə qədərdir. Bu düşür 3-cü bloka. Tabii biz bunu belə hesablamırıq. Biz deyirik ki, nə etmək lazımdır? Sən tapmadın mı? Hər blokda 64 ev var. Gəl elə bu rəqəmi böl 64. 165 ədədini bölürsən 64-ə. 2 dəfə tam bölünür. Çıxanda nə qalır burada? 37. 2 dəfə tam bölünür və qalıq qalırsa, deməli bu artıq 3-cü blokun içərisində düşür. Deməli bizim cavabımız olacaq 3-cü blok. Bəs mərtəbəni necə tapırsan? Mərtəbəni tapmaq üçün isə belə bir şey edirsən. Buradan qalan qalığı bölürsən hər mərtəbədəki mənzil sayına. Axı hər mərtəbədə 4 dənə mənzil var idi. Qalan qalığı bölürsən buna. Bu neçə dəfə bölünür? 9 dəfə tam bölünür və yenə qalıq qalır. 9 dəfə tam bölünür və qalıq qalırsa, deməli bu 10-cu mərtəbədədir. Artıq 9 mərtəbəyə yerləşmir, 10-cu mərtəbədə yaşayır. Cavabımız 3-cü blok, 10-cu mərtəbə. Gəldik növbəti bir suala. Burada bir dənə belə bir tərəzimiz var. Bu da yenə ümumiyyətlə magistraturada belə tez-tez düşən sual deyil. Orada da imini bu tip az-az düşür. Çox nadir hallarda, yəni bəlkə də 5 ildən, 10 ildən bir düşür bir dəfə. Dövlət qulunda demək olar ki, bu yüksək kateqoriyalarda bəzən rastlanır. Baxaq görə burada bizə nə deyir? Deyir, tərəzinin ümumi kütləsi 112 kiloqramdır. Və bunu niyə seçdim? Çünki burada yolun üzərində bəzi daşlar var. Bunu görüm tələbələr ola bilər ki, unudublar və ya çətinlik çəkirlər. Ümumi tərəzi 112 kilodur. Və bu tərəzi 2 qola ayrılır. 112-ni 2 yerə böləndə, onda bu qolun da ümumi ağırlığı 56 eləməlidir. Burada eləməlidir 56. 56-nı bölə bilməzsən. Niyə? Çünki bu daşın neçə kilo olduğunu bilmirsən. Bu da müəyyən bir kütlə ifadə edir. Gəldim onda sağ tərəfə. Burada 56-nı 2 yerə böləndə, burada eləyir 28, burada eləyir 28. Amma buranı da konkret tapmaq olmur. Onda mən buranı necə tapa bilərəm? Bunun iki yolu var. Ya bunu riyazi yolla tapmalısan, ya da məntiqi yolla. Mən məntiqi yol deyəcəm ki, qoy hamı bunu istifadə edə bilsin. Məntiqi yol belə bir şeydir. Məsəl üçün, bir dənə burada 5 bucaqlını ixtisar edirəm. Tərəzidə ixtisar etmə söhbəti var idi. Bir dənə 5 bucaqlını sildim. Buradan da bir dənə 5 bucaqlını sildim. 2 dənə dairəni buradan silirəm. Buradan da 2 dairəni silirəm. Düzdürmü? Belə olanda bir dairə nəyə bərabər oldu? 2 dənə 5 bucaqlıya. Bax, bir dairə, bunu bir dənə yadınızda saxlayın. Bir dairə bərabər oldu 2 dənə 5 bucaqlıya. İndi gəlirsən, nə edirsən? Gəlirsən burada, bu dairənin əvəzinə, bu dairəni silirəm. Əvəzinə qoyuram 2 dənə 5 bucaqlı.
Bu dairəni də silirəm. Bunun da əvəzinə qoyuram 2-dən 5 bucaqlı. Düzdürmü? Toplamda məndə alındı 7 dənə 5 bucaqlı. Əgər bu 7 dənə 5 bucaqlı 28-ə bərabərdirsə, 7 dənə fiqur 28-dirsə, deməli bunun biri nəyə bərabərdir? 4-ə. Bu 4-dürsə, onda bu da 4. 4, 4, bu da oldu 8. Baxın, bir də təkrar edirəm. Eyni olanları deməli soldan da sağdan da ixtisar edəndə bizdə qaldı ki, bir dairə 2 5 bucaqla bərabərdir. Mən də bunun əvəzinə 2-dən qoyanda, bunun da əvəzinə 2-dən qoyanda burada da 3-dən var idi axı. Cəmi oldu 7-dən. 7 dənəsi 28-dirsə, hər birinə nə düşür? 4 düşür. İndi isə artıq bunu tapmaq artıq rahatdır. Əgər 56-nın 4 kilosu buradadırsa, 56-dan 4-ü çıxırsan, qalır 52. 52-ni 2 yerə böləndə olacaq 26, 26. 26-ı 2 yerə böləndə 13, 13. 13, 13. Burada 13-ü 2 yerə böləndə bulur 6,5, 6,5. Bu tək başına olur 13. Burada da əgər bu 4-dürsə 4, 4 edir 8, aya qalır 5. Ayda 5-dirsə 5, 5 edir 10. Buna qalır nə? 3. Deməli, ulduzumuz 3-dür, ayımız 5-dir. İkisi bir yerdə 8-ə bərabərdir. Benim bir sual verim. Verin. Bu ixtisar qaydası bütün tərəzilərdə ödənilir. Qollarda bəli, bərabərlik varsa, bərabərdirsə qollar əlbəttə. Yəni nəsə çıxacaqsa ortaya eləmək olar. Səhv qayda deyil yəni. Gəldik növbəti bir suala. Çox maraqlı bir sualımız var. 127-ci sual çox maraqlı bir sualdır. Yazıb ki, cəmi 5 sual soruşulan bilik yarışına 25 iştirakçı qatılmışdır. Bu yarışda qiymətləndirmə aşağıdakı kimi aparılmışdır. Bir suala doğru cavab verən iştirakçı həmən suala səhv cavab verən iştirakçılarının sayının 2 misli qədər bal qazanır. Suala səhv cavab verən iştirakçıya isə bal verilməmişdir. Aşağıdakı cədvəldə sual nömrələri və həmən suala düzgün və ya səhv cavab verənlərin sayı göstərilmişdir. Mətnə əsasən ancaq 3 suala cavab verən iştirakçı aşağıdakı ballardan neçəsini toplaya bilməz. Deməli, gənclər nə demək istəyir? Bizə deyir ki, sən hansı suala düz cavab verirsənsə, həmən suala səhv cavab verənlərin 2 qatı bal qazanırsan. Məsəl üçün, təsəvvür edin ki, biz birinci suala deyək ki, düz cavab verdik. Neçə bal qazanarıq? Ona səhv cavab verənlərin bunun 2 qatı, yəni 28 bal. Məsələn, ikinci suala düz cavab versək, buna səhv cavab verənlərin 2 qatı, 18 bal. Deyir ki, hər suala cavab verən adam səhv cavab verənlərin 2 qatı bal qazanır. Bu belə. İndi isə bizə deyir ki, sonda nə deyir? Deyir, bizim tələbəmiz 3 dənə suala düz cavab verib. Amma hansı 3 dənə suala düz cavab verib, o bilinmir ha. Yəni 1, 2, 3-dürmü, 2, 3, 4-dürmü? O dəqiq bilinmir. Deyir, aşağıdakı ballardan hansını toplaya bilməz? Məsəl üçün, bu tələbə 88 bal toplaya bilər. Yəni, bir mümkündür. Necə? Birinci izahını verim, sonra qısa yolunu deyərəm sizə. Necə toplaya bilər? 1, 2 və 3-cü suallara düz cavab versə, təsəvvür etsə. Bunun 2 qatı bal 28 bal. Bunun 2 qatı 18 bal. Bunun 2 qatı 42 bal. Həqiqətən də bunları toplayanda neçə bal eləyərdi? 88 bal olardı. Yəni, bunu toplaya bilər. 1, 2, 3-ə cavab versə. 122-ni də toplaya bilər. 122-ni də toplaya bilər. Necə? 3, 4 və 5-ə cavab versə. Məsələn, bunun 2 qatı qazanacaq 42 bal, bunun 2 qatı 34 bal, bunun 2 qatı 46 bal. Cəmi 122.
İndi deyə bilər ki, müəllim, siz necə bilirsiniz belə tez bəsən 3, 4, 5-dir bu. 122 bundan alınır. Necə bilmiyorlar? Uşaqlar, biz onsuz da bunu 2-yə vurmayacağıq. Elə mən rahat olsun deyə variantı 2-yə bölürəm. Yəni, day bunu bir tərsdən gedirəm. Məsəl üçün, 88-i 2-yə böləndə nə verir? 44. Baxıram görürəm, burada hansısa 3 dənə rəqəmin cəmi bizə 44 verir. Buradakı rəqəmlərdən hansısa 3-ünün cəmi bizə 44 verir. Görürəm, hə. Məsəl üçün, bunun cəmi eli 44. Hə, deməli o zaman bunları 2-yə vuranda biz 88 ala bilərik. Məsələn 122 2-yə böləndə nə verir? 61. Baxıram görürəm hansı 3 dənə rəqəm 61 verir. Məsələn bu, bu. Belə toplayanda 61 verir. Deməli bu 2-yə vurulacaqsa, həqiqətən də 122 alınacaq. Məsələn 94 də almaq olar. 94-ü 2-yə böləndə 47 edir. 47 necə alınır? Bu, bu və bu. Və bu üç suala düz cavab versə, bunların cəmi 47-dir, 2-yə vuranda 94. Olar. 108 də alınır. 108-i 2-yə böləndə 54 edir. 54-ü belə ala bilərsən. Bu, bu, bir dənə də bu. Bu üç dənə cavab verəndə 54, 54-ü 2-yə vuranda 108. Ala bilərsən. Amma 90-ı ala bilməzsən. 90-ı 2-yə böləndə 45. Burada hansısa 3 dənə rəqəmi toplayanda 45 alınmış. Yəni ona görə tələbə 3 suala cavab verəndə bu ballardan neçəsini toplaya bilməz? Cavab birini. Bizə demir ha hansını toplaya bilməz. Hansını desəydi cavab 3 götürərdi. 3-ü toplaya bilməz. Amma burada deyir neçəsi. Neçəsi bir dənəsi. Yəni 90. 90-ı toplaya bilməz. Belə bir şifrə modeli var. Sadə bir modeldir. Sürətli 1 dəqiqə içində buna bir dənə baxaq. Yuxarıda verilən rəqəmlərə uyğun gələn hərflər hansı variantda verilmişdir? Burada diqqətlə baxsanız, məsəl üçün, rəqəmləri bir-bir tutuşturaq, yoxlayaq. 2 rəqəmi burada birinci yerdədir. 2 rəqəmi burada ikinci yerdədir. Burada isə dördüncü yerdədir. Deməli, birinci, ikinci və dördüncü eyni olmalıdır. Məsəl üçün, A variantı səhvdir. A variantında birinci, ikinci və dördüncü eyni şey deyil. Dördüncü bu eyni şey deyil. Məsələn, bu səhvdir. Y variantı da səhvdir. Birinci, ikinci və dördüncüsü eyni hərf deyil. Məsələn, bu getdi. Sonra baxırsan, məsələn, görürsən ki, bu B, C, D-də bunlarda düzdür. Bax, başqa bir rəqəmə baxıram. Məsəl üçün, ikinci burada, dördüncü, bir də beşinci eyni şeydir. 2, 4, 5. Məsələn, bu B variantında səhvdir. 2 də budur, amma 4 də başqa şeydir. Bu getdi. Və qaldıq burada son olaraq bu iki variant arasında. 4 rəqəmindən bunu rahat tapacaqsan. Üçüncü, sonuncu və birinci eyni olmalıdır. Üçüncü, sonuncu və birinci. Bu C variantında səhvdir. Çünki 3-də U-dur, amma sonda F-dir. Uyğun deyil. Cavabımız o zaman nədir? Cavabımız D variantı. Bax, növbəti sualımız operator, aşkar operatorların ən çətin modellərindən biridir. Amma qəbula düşənlərdən təbii ki. Burada mahiyyət nədir? Burada siz birinci növbədə mötərizənin içindəki bu hissəni gəlib həll eləməlisiniz. Sonra mötərizədən aldığınız cavab sizin üçün olacaq A-nın yerində. Bu isə olacaq B-nin yerində. Onu bir dəfə də həll eləyib. Cavabı 14-ə bərabərləyəcəksiniz. Gəlin birinci mötərizənin için həll eləyək, sonra ardını danışaq. Mötərizənin içində A bərabərdir 20-yə, B bərabərdir B-yə. Yəni sol sola, sağ sağa bərabərdir. A 20, B isə elə B-yə bərabərdirsə, alınır 20 çıxılsın B plus 5. Yəni qısacası bunları sadələşdirsək 25 minus B. Düzdür. Deməli, mən mötərizənin için həll elədim və bunu 25 minus B aldım. Onda gəlirəm burada. İndi bunu nə edirəm? Bax, bir dənə mötərizənin içini artıq silirəm. Mötərizənin içini artıq buradan silirəm. Bundan aldığımız cavab nədir? Gətirib qoyuram bunun yerinə.
25 minus B. Düzdür? İndi son olaraq bir dənə də bir işimiz qaldı. Nə? Yenə də bu səfər soldakının yerinə soldakını qoyacaqsan. A-nın yerinə bunu qoyacaqsan. Sağdakının yerinə sağdakını qoyacaqsan. Və cavabı 14-ə bərabər eləyəcəksən. Elə burada. A-nın yerinə qoyuram. 25 çıxılsın B. B-nin yerinə elə B qoyuram. Bir dənə də orada 5 var. Bərabərdir cavabı 14-ə. Burada B-ləri bir tərəfə verəndə olur 2B. 14-ü isə bu tərəfə gətirəndə qalır burada 16. B bərabərdir 8. Cavabımız olacaq C variantı. Yəni, mötərizəni həll elədiniz. O aldığınız cavabı növbətdə və yenə A-nın yerinə, o birisini də B-nin yerinə qoyub cavabı 14-ə bərabər edirsiniz. Gələk belə bir məsələyə baxaq. Yazıb ki, 200 nəfərlik bir restoranda 4, 5 və 6 nəfərlik masalar var. 4 nəfərlik masaların sayı 8-dən, 5 nəfərlik masaların sayı isə 5-dən az olmadığına görə 6 nəfərlik masaların sayı ən çox neçədir? Və mən buraya yazıram. Deyək ki, 4 nəfərlik masaları qoyaq X, 5 nəfərlik masaları qoyaq məsəl üçün Y, 6 nəfərlik masaları qoyaq məsəl üçün Z. Və mən bilirəm ki, 4 nəfərlik masalarda X sayda vuranda, 5 nəfəri Y sayda olanda və 6 nəfərli Z sayda adam əyləşəndə toplamda bura 200 nəfər adam yerləşir. Bundan sonrası isə məntiqlə rəqəm qoymaq lazımdır. Əgər mənə 6 nəfərli masaların sayı ən çox neçə ola bilər deyirsə, mən mümkün qədər 4 nəfərlik və 5 nəfərlik masaları az qoymalıyam. Az qoymalıyam ki, qoy 6 nəfərliklərin sayı çox olsun. Və mənə nə deyir? Deyir, 4 nəfərlik masaların sayı 8-dən az deyil. Demir ki, 8 ola bilməz. 8 ola bilər, amma 8-dən az ola bilər. Tələbələr çox vaxt elə bilir ki, 8 olmaz, onda 9-dan başlayır yoxlamağa. Yox, 8-dən az deyil deyir. Yəni 8-in özü də ola bilər. Təsəvvür edin ki, 4 nəfərlik masaların sayı 8-dən olsa. 4 dənə 8, bura 32 nəfər adam əyləşir. Minimum qoyuram da, çox böyük qoymamağa çalışıram. 5 nəfərlik masaların sayı 5-dən az deyilsə, elə burada birinci bir dənə 5-i qoyaq, yoxlayaq. 5 5-in burada da 25 nəfər əyləşər. 32 bu da 25 edir 57. Gəlirəm bundan 57-ni çıxıram. Bundan 57-ni çıxanda qalır 143. 143 6-ya bölünmür axı. Birdən 6-ya bölünsəydi, mən onda 6 nəfərlik masaların sayını avtomatik tapardım. Bölünmür. Bölünmürsə burada rəqəmləri çox da böyütmədən elə dəyişməlisən ki, yerdə qalan rəqəm 6-ya bölünsün. Yerdə qalan rəqəm 6-ya bölünsün. Mən də burada nə edirəm? Məsəl üçün, bir dənə burada 5 nəfərlik masaların sayını bir dənə artırıram. Təsəvvür edin ki, 5 nəfərlik masalar 5 dənə yox, 6 dənədir. Onda Y-in yerinə 6 qoyanda 5 6-nın bura 30 nəfər adam əyləşir. Toplamda bundan bunun cəmi 62. Bundan 62-ni çıxanda qalır 138. Bəli, 138 6-ya bölünür. 138-i 6-ya böləndə eləyir 23 masa. Deməli, 6 nəfərlik masaların sayı isə 23-ə bərabər ola bilər. 6 nəfərlik masaların sayı maksimum 23 ola bilər. Deməli, bir dənə böyük mətnimiz qalıb, bir dənə sahə sualımız qalıb və bir dənə də burada belə bir... Mən birinci bu mətni başlayayım izah eləməyə. Bu mətn daha önəmlilərindən biridir. Saat məsələsi çətin sualdır, çətin səviyyədir. Biraz bunu balacalaşdırmaq məcburiyyətindəyəm. Qoy tam görünsün.
Yazıb ki, saat muzeyinə bu illərdə daxil olan mexaniki saat, günəş saatı, kamerton, elektron, kvars, qumlu və atəşli və sulu saat 1, 2 və 3 nömrəli zallarda yerləşdirilib. Mən də birinci növbədə bu saatların adını yazıram. Mexaniki saat, günəş saatı, kamerton saat, elektron saat, kvars saatı, qumlu saat, atəşli saat və sulu saat. Bir də bunların qarşısında onların daxil olduğu illəri yazacağam. Hansı illərdə? Bir də hansı nömrəli zalda yerləşdiklərini yazacağam. 1, 2 və 3 nömrəli zallarda yerləşdirilib. Deməli, mən burada belə yazacağım da. Birinci burada saatların adını yazdıqsa, indi burada birinci yuxarıda onların illərini yazarıq. Hansı ildə hansı muzeyə daxil olub. Bir dənə isə onların zallarını yazarıq. Gəl elə bilən belə qeyd eləyək, görə hələ başımıza nə gəlir. Deməli, burada yazacağım illər, burada yazacağım zal nömrəsi. Deyir, 2 və 3 nömrəli zalların hər birində bu saatların üçü yerləşdirilib. Onda, əgər ikinci zalda da saatların üçü yerləşdirilibsə, üçüncü zalda da üçü yerləşdirilibsə, bu elədir 6 saat. Onda belə çıxır ki, birinci zala 2 dənə qalır. Çünki toplamda bizdə 8 dənə saat var axı. Birinci zalda belə çıxır ki, 2 dənə qalır. Deyir, kamerton saat onun muzeyə daxil olduğu ili göstərən ədədin son rəqəmi ilə eyni zalda yerləşir. Deyir, kamerton saatı onun daxil olduğu ili göstərən ədədin sonuncu rəqəmi ilə eyni zalda yerləşir. Bizdə 3 dənə zal var. 1, 2 və 3. Verilən illərdən hansının sonunda 1, 2 və ya 3 var? Heç birinin sonunda 1 yoxdur. Deməli, bu söhbət birinci zaldan getmir. 2 də yoxdur. İkinci zaldan da getmir. Amma 3 var. 1983. Deməli, belə çıxır ki, kamerton 1983-dədir və 3 nömrəli zaldadır. Deyir, son rəqəmi ilə eyni zalda yerləşir. Kamertonu tapdıq 1983-cü il və zal olaraq da 3 nömrəli zaldadır. Daxil olma ili bu 8 saatın daxil olma illərini göstərən ədədlərin ədədi ortasına bərabər olan elektron saat 3 nömrəli zalda yerləşdirilmişdir. Deməli, elektron saat da 3 nömrəli zaldadır. İl olaraqsa deyir ki, bu 8 dənə ədədin ədədi ortasına bərabərdir. O zaman sən bu boyda ədədləri toplayıb 8-ə bölməlisən. Da gətirib 1900-ləri toplama. Sadəcə axırlarını topla. Məsələn, axır nədir? 1948 deyil, sən qoy 48. 1950, 50, 54, 65, 66, 77, 83 və 85. Bunların hamısını toplayıb böləcəksən 8-ə. Çünki ədədi orta necə tapılır? Cəminin sayına bölmək. Bunu eləyəndə sən tapacaqsan ki, 66. Deməli, bunun sonu 66-dır. 1966. Bu belə tapılır. Kvars saatından 12 il əvvəl muzeyə gətirilən sulu saat nömrəsi ən kiçik olan zalda yerləşdirilib. Deməli, sulu saat ən kiçik zaldadırsa 1 nömrəli zaldadır. Və bu kvars saatından 12 il əvvəldirsə, onların ikisinin də ilini tapa bilərsən. Hansı rəqəmlər arasında burada 12 il fərq var? Bir dənə var burada 54 ilə 66 arasında. 1954-1966. Amma artıq o ola bilməz. Çünki 66 elektrondadır. O tapılıb. Yerdə qalan rəqəmlərdə bir dənə ehtimal var. 65-77. Aralarında 12 il fərq olan illər yerdə qalanlar arasında yalnız budur. 1965-1977. Kvars saatından 12 il əvvəl muzeyə gətirilən sulu saatsa, deməli, kvars 1977-dir. 12 il əvvəl də sulu saat gətirilibsə, 1965-dir. Belə. 2 nömrəli zalda yerləşdirilən saatlardan yalnız birinin muzeyə daxil olma ilini göstərən ədəd cüt ədəddir. Bu da
1950-ci ildə muzeyə gətirən atəşli saatdır. Deməli, atəşli saat 1950-ci ildə gətirilib, 2 nömrəli zalda yerləşir və 2 nömrəli zalda deməli bir dənə belə deyək də cüt var, 2 dənə tək var. Bir dənə burada cüt var, 2 dənə də nə var? Tək saat var. Çünki deyir ki, yalnız birində deyir cütdür, o da atəşli saatdır. 3 nömrəli zaldakı saatlardan biri muzeyə ilk daxil olan günəş saatıdır. Deməli, günəş saatı 3 nömrəli zaldadır. Muzeyə ilk daxil olansa bu 1948 edir. Burada 3 nömrəli zaldakı bütün saatlar tapıldı. 3 nömrəli zaldakı bütün saatlar tapılmışlardır. Yerdə qalır 2 nömrəli və 1 nömrəli zaldakılar. 2 nömrəli zaldakılardan da, 2 nömrəli zaldakılardan da mən bilirəm ki, yerdə qalanlardan burada 2 dənə tək rəqəm bura düşəcək. Bir dənə baxaq görə bu illərdən hansılar təkdir. Məsəl üçün 48-i tapmışam. 83-ü tapmışam. Tapdıqlarımı çıxıram. 66-nı tapmışam. 50-ni tapmışam. 65-i tapmışam. Yerdə qalan rəqəmlər qalıb 1954, 1977 və 1985. Və burada təklər avtomatik olaraq 2 nömrəli zaldadır. Düzdür? Çünki bizə nə deyirdi? 2 nömrəli zalda deyir, bir dənə cüt ola bilər, o da atəşli saat. Deməli, bu 1977 ilə 1985 hansı hara düşəcək bilmirəm, amma bunlar 2 nömrəli zalda yerləşir. 2 nömrəli zalda deməli hansıdır? 1977-ci. Hə, bunu artıq bilirəm. Bura kvarsa gəlib qoyaram bura 2 nömrəli zal. Bir də 1985-i isə bilmirəm, amma o da 2 nömrəli zaldadır. Belə olanda avtomatik olaraq 54 qalır 1 nömrəli zal. 1954 1 nömrəli zaldadır. Cüt rəqəm olduğuna görə. Onun harda olduğunu bilmirəm, amma bu birinci zaldadır. Bunu da özüm üçün bura qeyd edirəm. Bu birinci zaldadır, bu ikinci zaldadır. Bir də bunları tapa bilmirəm. Qalan hər şeyi tapmışam. Bu da mexaniki ilə qumludur, amma bilinmir. Gələk suala baxaq. Mətnə əsasən aşağıdakılardan hansı mütləq doğrudur? Hansı mütləq doğrudur? Baxaq bir dənə burada. Hansı mütləq doğrudur? Deyir, qumlu saat 54-cü ildə muzeyə gətirilib. Qumlu saatın neçənci ildə olduğunu bilmirəm. Bu qalsın. Mexaniki saat muzeyə qumlu saatdan əvvəl gətirilib. Mexaniki saatı mən tapmışam. Yox, tapmamışam. Onda bunu da bilmirəm. Kvar saatı 77-ci ildə muzeyə gətirilib. Bu düzdür. Kvars həqiqətən də 1977-dir. Bu düzdürsə, bizdə bir dənə düz olan burada hələ ki 3-dür. 65-ci ildə muzeyə gətirilən saat 3 nömrəli zalda yerləşdirilib. 65 3 nömrəli zaldadır. 65 xeyr, 1 nömrəli zaldadır. Bu düz deyil. Bir dənə də sonuncu düzdür. Bir də 5-ci düzdür. Yazıb ki, 85-ci ildə muzeyə gətirilən saat 2 nömrəli zaldadır. Bəli, 85-ci ilin hansı olduğunu bilmirəm. Amma 2 nömrəli zalda olduğu dəqiqdir. Çünki tək rəqəm idi deyə mən onu bildim. Bir dənə də bizdə burada 5 doğrudur. Deməli, bu sualımızın doğru cavabı nədir? 3-cü və 5-ci. Bir dənə burada çox çətin bir riyazi məsələmiz var. Bir dənə onu izah edək və bugün üçün dərsimizi tamamlayaq. Bir dənə burada belə çox qəliz bir sual var. Bunun balaca olmasına baxmayın, çətin bir sualdır. Sinifdə oğlanların sayı qızların sayından 1,5 dəfə çoxdur. Mən yazıram bura. Oğlan. Bura yazıram. Qız. Oğlanların sayı qızların sayından 1,5 dəfə çoxdursa, qızların sayını x qoysaq, oğlanlar olacaq 1,5x. Deyir ki, 4 alan oğlanlar sinifin 16%-idir. Deməli, oğlanları biz 3 hissəyə ayıraq. 4 alan, 5 alan və 3 alan. Buraya yazıram. 4 alan, 3 alan və 5 alan. Həmçinin qızları da 3 hissəyə ayıracam. 4 alan, 3 alan
və 5 alan. İndi gəlirəm bura. Nə deyir mən? Deyir ki, 4 alan oğlanlar sinifin neçə faizdir? 16%. Bütün sinifdə sinif deyir ha, demir oğlanların 16%-dir. Sinif deyirsə, sinifdə qızlarla oğlanların cəmi nə qədərdir? Qızlarla oğlanların cəmi 2,5x-dir. Deyir, bunun 16%-dir. 16%-ni tapmaq istəyirsənsə, vur 16-ya, böl 100-ə. 16-ya vurub 100-ə böləndə bu eləməlidir 0,4x. Bütün sinifin 16% dediyinə görə bütün sinifin 16%-ni tapdım. Bu elədir 0,4. Deməli 4 alan olanlar bu qədərdir. 0,4x. Növbəti qızların isə 20%-i 5 alıb. Bax qızların 20%-i. Qızlar nə qədərdir? X. Bunun 20%-ni tapaq. 20-yə vurub bölürəm 100-ə. Bu edir 0,2x. Qızların 20%-i 4 alıbsa, bu da eləyəcək, daha doğrusu 5 alıbsa, bu da eləyəcək 0,2x. Və növbəti mən gəlirəm nəyə? Mən burada tənliyi qurmamışdan qabaq bunu da yazıram. Bax, deyir qalan 2 qız və 8 oğlan 3 alıb. Deməli 3 alan qızların sayı 2 nəfərdir. 2 nəfərdir. Amma oğlanların sayı 8 nəfərdir. 3 alan oğlan neçədir? 8 nəfərdir. Və belə verir bizə. Bizə sonra tənlik üçün bir cümlə verir. Bax, tənlik bu cümlədən çıxmalıdır. Yazıb ki, 4 alan qızlar 5 alan oğlanlardan 2 dəfə çoxdur. 4 alan qızlar 5 alan oğlanlardan 2 dəfə çoxdur. Birinci növbədə 4 alan qızlar axı mən bilmirəm. Onu necə tapa bilərəm? Ümumi saydan həm 5 alanı çıx, həm də 3 alanı çıx. Ümumi saydan bunları çıxanda qalacaq 4 alan qızlar. Gəlirəm ümumi say qızların sayı x-dir. Bundan həm çıxıram 0,2x-i, həm də çıxıram 2 nəfəri. Bax, bu oldu 4 alan qızlar. 5 alan oğlanlar isə deyirsə, 5 alan oğlanları da bilmirəm. O zaman ümumi saydan həm bunu, həm də bunu çıxanda yerdə nə qalsa da 5 alan oğlanlardır. Gəlirəm ümumi saydan 1,5x-dir. Bundan həm çıxıram 0,4-ü, həm də çıxıram 8. Və mənə nə deyirdi? 4 alan qızlar 5 alan oğlanlardan 2 dəfə çoxdur. Onda oğlanların sayını vurursan 2-yə və bunları bərabərləşdirirsən. Qızlar oğlanlardan 2 dəfə çoxdursa, sən az olanı 2-yə vurmalısan. Vurub bərabərləşdirir. Belə eləyəndə burada alınır 0,8x çıxılsın 2 bərabərdir. Burada x qalır 2,2x edir bu. 2,2x minus 16. X-ləri bir tərəfə verəndə burada bizdə qalacaq 1,4x bərabərdir 14-ə. X bərabərdir 10. Neçə qız? 4 alıb. Bu məndən 4 alan qızları soruşur. O zaman nə etməliyəm? Mən bunu gətirib qoymalıyam burada qızların yerinə. Qeyd aparmayaq. Apardığımız qeydlər bura düşəcək. Aparmayaq. Gəlirəm burada qoyuram və bu hissədə mən belə deyək də qızların ümumi sayından həm 2 nəfəri çıxıram, həm də onun 0,2-sini çıxıram. Bu formada. Çıxandan sonra sən 4 alan qızları tapacaqsan. Və onu da elə rahat olsun deyə deyirəm ki, gətir qoy burada x-in yerinə qoy. Burada 10 birbaşa cavabı tap. Ümumi qızların sayından bunun 0,2-si ilə 2 eləyir. 2 dənə də 3 alan qızı çıxanda yerdə qalacaq 6. 4 alan qızların sayı neçədən oldu? Oldu 6-dır. Mən bu videonu yenə də bölüşəcəm.